Əvvəla özümü təqdim edeyim. Mən Zahid Xəsayev, Dövlət Qulluğu Magistr Hazırlıq Mərkəzinin rəhbəri, Şams Tədris Mərkəzinin Bakıxanov filialının rəhbəri və 2008-ci ildən bəri Dövlət Qulluğu hazırlığı, magistratura hazırlığı, vergi orqanlarına işə qəbul hazırlıq, dövlət ədliyyə orqanlarına işə qəbul hazırlıq, prokurorluq orqanlarına işə qəbuluq, vergi orqanlarına işə qəbuluq. Həmçinin artıq yeni formatda 2020-ci ildən başlayaraq Xarici İşlər Nazirliyində işə qəbula hazırlıq proqramlarını tədris etməkdəyəm. Onu deyib ki, dövlət qulluğu üzrə elan edilən bütün vakansiyalar üzrə müvafiq dövlət qurumlarının həm test mərhələsidir, həm də ümumi müsahibə mərhələsini istər nazirliklər üzrə, istər agentliklər üzrə, istər xidmətlər üzrə tam şəkildə bütün müsahibə proqramını hazırlığını həyata keçirməkdəyəm. Özüm Bakı Dövlət Universitetini qurtarmışam. Avropa və Tarix Fakültəsinin Avropa və Amerika şöbəsini qurtarmışam. Tam olaraq 5 magistr təhsili almışam. 5-i də fərqlənmə diplomundan. Ömrümüzün həyat hissəsi, əsas hissəsi həyatımızın ancaq təhsil və təhsillə keçib. Əvvəl təhsil almışıq, öyrənmişik. İndi isə artıq son 15 ildir ki, tədris edirik. Biz öyrədən qismində iştirak edirik. Yəni, nəinki Xarici İşlər Nazirliyinə işə qəbul, sizi maraqlandıran istənilən dövlət qurumunun işə qəbul proqramı ilə bağlı nə suallarınız olsa, inşallah növbəti mərhələdə mən o sualları cavablandıraram. Ümumi Xarici İşlər Nazirliyinin işə qəbul proqramından onu deyim ki, artıq bilirsiniz ki, 2020-ci ildə Azərbaycan Respublikasında Xarici İşlər nazirinin xüsusilə dəyişməsindən sonra, yəni öz ana dilini bilməyən Elmar Məmmədyarovun yerinə artıq Ceyhun Bayramovun gəlişindən sonra Azərbaycan Respublikasında Xarici İşlər Nazirliyində fundamental dəyişikliklər getdi. O dəyişikliklər sonunda artıq Xarici İşlər Nazirliyində yeni era başladı. Bunun bir iştirakçısı kimi, bir canlı şahidi olaraq deyə bilərəm ki, artıq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi diplomatik işə qəbul proqramını elan etməklə və ardıcıl bir neçə müsabiqəni həyata keçirməklə sözün həqiqi mənasında Azərbaycan Respublikasında ləyaqətli namizədlərin, savadlı gənclərin diplomatik xidmət orqanlarına işə qəbul proqramını həyata keçirir və bu prosesin tam iştirakçısı olaraq bütün levellər, belə deyək, səviyyələr üzrə prosesdə iştirakçı olaraq deyə bilərəm ki, tam şəffaf, dürüst bir imtahanlar keçilir. Bəlkə də Azərbaycan Respublikasında ən dürüst imtahanın keçirilməsinin şahidi olasınız imtahanda iştirak etdikdə. Özünüz bunu görəsiniz. Amma bu proses bir qədər hazırlıq tələb edir, bir qədər əziyyət tələb edir. Çünki birdən-birə o cür yüksək vəzifə hədiyyə olunmur. Ola bilsin ki, içinizdə çoxsaylı yoldaşlar, belə deyək, müxtəlif qurumlarda işləyirlər. Amma daha yuxarı səviyyəni, daha yuxarı qurumu, daha mədəni bir qurumun vəzifəsini iddia etməmək, ora nail olmamaq, belə deyək, biraz acizlik olar. Çünki nə baxımdan Elmar Məmmədyanov dönəmində Xarici İşlər Nazirliyinə işə qəbulun sonuncu vaxtı 2009-cu ildə olmuşdu. Həmin imtahanın şəxsən özüm iştirakçıyam. 2009-cu il noyabr ayında Xarici İşlər Nazirliyinə işə qəbul prosesində olmuşam və onunla da müsabiqə dayanıb. Və uzun müddətdən sonra, 11 ildən sonra yenidən bu sistemin açılması artıq yeni bir şans açıb, yeni bir qapı açıb sizin kimi gənclərin önünə. Ona görə də hesab edirəm ki, sizlərin iştirak edib, burada belə deyək, layiqli yerinizi tutmağınız və təcrübə qazanmağınız çox vacibdir. İmtahanın ilkin mərhələsi haqqında məlumat verim. Deməli, birinci mərhələ sırf test imtahanları üzrə olan mərhələdir ki, namizədlər burada qeydiyyatdan keçib müvafiq hesabı ödədikdən sonra vəsait edilib şəxsi kabinetinə artıq imtahanda iştirak hüququ qazanırlar. İmtahanda daxil olduqdan sonra imtahan prosesində sizə təqdim olunacaq sualların motivi məsələsi. 120 sual təqdim olunur.
və bunun 75-i qanunverici üzrə sizə təqdim olunacaqdır. 25 sual məntiq, 20 sual isə dünya görüşü üzrə təqdim olunacaqdır. Və ümumi götürükdə qanunvericilik proqramının çərçivəsinə baxdıqda 49, yəni belə deyək, 50 qanundan təsəvvür edək ki, 75 sual təqdim olunur. Bu da o demək ki, hər qanundan bir, əsas qanunlardan 2 və ya 3 sual təqdim olunmaqla bu proses həyata keçiriləcəkdir. O cümlədən dünya görüşünə gəldikdə isə, dünya görüşündə Azərbaycan tarixinin ən qədim dövründən bugünkü günə qədər tarixdə başımıza gələn hadisələr, belə deyək, Azərbaycanın yadelli əsarətə qarşı mübarizəsi, Azərbaycanın müstəqil dövlətçilik ənənəsi olan, deyək ki, Xalq Cümhuriyyəti, Azərbaycan SSR dövründə və Azərbaycan 1991-ci ildən sonra müstəqillik dönəmi və belə deyək, Birinci Qarabağ müharibəsi, atəşkəs dönəmi, dövlətdə islahatlar prosesi və 44 günlük vətən müharibəsi dönəmi və müasir dövr. Bax, bütün bu prosesləri biz ardıcıl şəkildə zəncirvari əlaqələndirərək öyrənəcəyik. İndi bizim digər yoldaşlar bilir, bəlkə də içinizdə vardır. Belə ki, yüksəliş dərslərində dünya görüşü dərslərini mən keçirəm. Bu yüksəliş dərslərindən o tarixi bilgilərin verilməsi prosesindən yüksəlişdə olan yoldaşlar şahidi olublar. Eyni də sizdə də həmin material, həmin proses olacaqdır. Paralelində sizə deyim nədir? Bax, Dövlət Miqrasiya Xidmətindən işə qəbul zamanı imtahanda verəcəyiniz dünya görüşü həmin dünya görüşüdür. Qanunvericiliyin bir harca 20% həmin qanunvericilik, məntiq də eyni məntiq. Paralelində burada öyrənəcəyiniz qanunvericilik və məntiq hissəsi dövlət qulluğuna imtahanda da demək olar ki, %100 dövlət qulluğunda düşən qanunları burada da keçmiş olacaq. O cümlədən deyək ki, vergi orqanlarına işə qəbul proqramı ilə bağlı düşən sualları %100 burada artıq tanış olmuş olacaq. Həmçinin Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin elan etdiyi vakansiyalar var. O vakansiyada sənəd vermək istəyən namizəd yenə burada bizim bugün keçəcəyimiz və Xarici İşlər Nazirliyinə hazırlıq proqramı çərçivəsində keçəcəyimiz ümumi material demək olar ki, bizə qarşıda düşə biləcək, bizi gözləyən bütün imtahanlar üçün keçərlidir və o tələbatı artıqlaması və ödəmiş olacaqdır. Və onun məntiq hissəsi isə artıq Tapdıq müəllim sizə məlumat verəcəkdir. Məntiq də yenə ənənəvi məntiqdir. İstər magistraturada, istər dövlət qulluğunda düşən tüm məntiqi materiallar olacaqdır. İndi gəldik birinci mərhələni keçdikdən sonra namizədi ikinci mərhələ gözləyir. İkinci mərhələ isə əsas mərhələdən 5 və ya 7 gün sonra keçirilən esse mərhələsidir. Esse mərhələsində sizlərə inşalar təqdim olunacaqdır. Yəni, 3 mövzu veriləcəkdir yoldaşlar. 3 mövzudan hər hansı birini seçərək prosesə başlayasınız. Məsələn, mövzu ilə bağlı nəyə deyim? Tutalım, axırıncı dəfə müsabiqədə elə mənim özüm də seçdiyim mövzudan birini deyirəm. Mən məsəl üçün seçdim ki, Ukrayna müharibəsi. Yəni, Rusiyanın Ukraynaya təcavüzü mövzusunu seçdim. Amma ondan qabaqki müsabiqədə məsəl üçün mən seçmişdim beynəlxalq təşkilatların beynəlxalq münasibətlər sistemində rolu. Bu mövzu ilə bağlı həm belə deyək, Azərbaycanca, həm ingiliscə materialı yazmalısınız. Şimdi Allahın izni ilə biz test mərhələsini nizamlayaq. Onun o esse mərhələsini də mən sizə köməklik eləyəcəm. İstər Azərbaycanca mövzular, istər ingiliscə mövzuları mən hamısını sizə, hamısı mövzular düşə bilər. Həmin əsas bir 25-30 mövzunu sizə Azərbaycanca, ingiliscə tərcümə şəklində sizə onu təqdim eləyəcəm. Hərəsi bir səhifə olacaqdır. Onu Azərbaycan və ingiliscə sadə versiya ilə, belə deyək, elementary səviyyədə yaxud da intermediate səviyyədə bir mətin hazırlayacaq. O mətinlə elə oxuyub, tərcümə edib və öyrənərək rahat şəkildə esse mərhələsində keçmiş olacaqsınız. Çünki axırıncı müsabiqədə hazırlaşan 27 tələbə demək olar ki, rahatlıqla esse mərhələsini keçdi. Çünki bu prosesə hali nə səviyyədədir. Ondan sonra Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna çağırılacaqsınız. Növbəti mərhələ, 3-cü mərhələ dediyimiz mərhələdə. Bu mərhələdə artıq sizə elektron qaydada suallar təqdim olacaq, ingiliscə suallar təqdim olunacaqdır. Siz həmin suallara səsli şəkildə cavab verərsiniz. Məsələn, oradan sual düşsə ki, what can you say about your hobby? Hobby haqqında nə deyə bilərsən? Sən onu 3-4 cümlə şəkildə özün ingiliscə ifadə edəcəksən.
Və ya orada bir şəkil verəcəkdir, ekrana gələcəkdir. Belə sənə deyir ki, 3 dəqiqə vaxtın var ya 5 dəqiqə vaxtın var. Şəkildə gördüklərini təsvir elə. Bir otaq verir, qadın, kişi, stol, əşyalar. Yəni bunun haqqında da təbii ki, yəni ora imtahan verən hər bir namizəd az çox artıq ingilis dilindən halidir. Mütləq deyir ingilis dili olsun. Ola bilsin, bəlkə almanca bilirsən, fransızca bilirsən, ispanca bilirsən. Hansı xarici dildə bilirsənsə, o dildə onu təsvir edəsən. Həmin o imtahan verəcəyin xarici dili onu sən göstərirsən elektron ərizə hissəsində, ona uyğun verəsiniz. Artıq bu mərhələni də keçdikdən sonra namizəd artıq sənədləri toplanma mərhələsinə başlayacaqdır. Sənədləri toplayacaqsınız. İndi biraz sənədlərin toplanması bir həftə vaxt alır. Həmin sənədləri ən yaxın qohumlardan uzaq qohumlara qədər bütün sənədlərinizə təsvir edəcəksiniz və Xarici İşlər Nazirinin özünə gətirib təqdim edəcəksiniz sənədləri. Və bu sənədləri Xarici İşlər Nazirliyinə təqdim etdikdən sonra artıq sizin Allahın izni ilə müsahibə mərhələsinə çağırış məsələsi olacaqdır. Bundan əvvəl Xarici İşlər Nazirliyinin kadrlar üzrə nümayəndəsi Nur müəllim və o cümlədən bir neçə nazir müavinin iştirakı ilə namizədlərlə qarşılıqlı görüş olacaqdır. Həmin görüşdə namizədlərlə diplomatik xidmət orqanlarının xüsusiyyətləri və haqqında hərtərəfli məlumat verilmiş olacaqdır. Və bu mərhələdən sonra artıq namizədlərin müsahibə vaxtı elan olunur. İmtahan müsahibəyə 3 gün qalmış, 5 gün qalmış sizə məktublar göndəriləcəkdir. Həmin məktub, yəni elektron məktubda siz artıq saat neçədə imtahana dəvət olunmağınız qeyd olunacaqdır. Və bundan sonra gedəcəyiniz müsahibə mərhələsi ki var, artıq minimum 5 namizədin, 5-7 namizəd arası dəyişir. Yəni 3 nazir müavini, kadrların rəhbəri və o cümlədən Xarici İşlər Naziri mətbuat katibi iştirakı ilə, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin bir nəfər nümayəndəsi və psixoloqun iştirakı ilə böyük bir kollegial şəkildə belə deyək, müsahibə mərhələsi keçirilir. Çox maraqlıdır. Yəni bu prosesin 2 dəfə iştirakçısı kimi deyə bilərəm ki, çox maraqlı bir prosesdir müsahibə mərhələsi. Necə gözəl, mədəni, necə intelligent insanların qarşısında müsahibə verdiyinizin şahidi olacaqsınız. Həqiqətən seçilmiş namizədlərdir, həqiqətən seçilmiş nümayəndələr, olduqca mədəni bir mühitdə, olduqca anlaşıqlı bir mühitdə müsahibə mərhələsi keçiriləcəkdir və heç bir vasfı olmadan, heç bir təcrübə olmadan sualları verərkən çox səbirlə sualları verib, sualın cavabının gözlənilməsi prosesi, namizəd müəyyən qədər cəhd elədikcə namizədə istiqamətin verilməsi prosesi, hər şey o qədər gözəl yəni, tənzimlənib ki, müsahibə mərhələsində. Həqiqətən o prosesin 2 dəfə iştirakçısı kimi deyə bilərəm ki, mən prosesi o şəkildə şəffaf və nəzakətli olacağını ilk dəfə verəndə təsvir eləmirdim. Yəni, bu prosesdə bir daha Xarici İşlər Nazirliyi sözün həqiqi mənasında deyə bilərəm ki, nümunəvi bir müsahibə mərhələsinin həyata keçirilməsini təmin edir ki, Allah qismət eləsin hər birinizə bu mərhələni Allahın izni ilə görə biləsiniz. Sözün həqiqi mənasında görə biləsiniz. Çünki olduqca gözəl bir təcrübədir. Ola bilsin, hər kəsi uğur qazana bilmir sözün açığı. Uğur qazan, daha çox əziyyət çəkən, daha çox çalışan və daha çox bunu istəyən namizədlər irəli gəlir, uğur qazanır. Və mən hər birinizə nəticənin necə olmasından asılı olmayaraq, həqiqətən tövsiyə edirəm ki, bu prosesin iştirakçısı olasınız, bu prosesin canlı şahidi olasınız. Ən azı bir dəfə bu prosesi görən namizəd, mən əminəm ki, ikinci dəfə ən maksimum əlindən gələni eləyib, bundan faydalanacaqdır. Çünki gözlədiyinizdən daha gözəl bir müsabiqə. Belə. İlkin qaydada bu məlumatları deyim. Yəni, mövzulara keçməzdən əvvəl. Sizin hər hansı bir sualınız varsa, buyurun, növbəli şəkildə sualınızı deyin, sonra isə mən sizi ilkin materiallarla tanış edeyim. Yaxşı. Sual görün. Sual görünmür. Onsuz da bugün bizlə tanışlıq dərsidir. Onsuz da sizi tanımağım, sizin suallarınızı cavablandırım və eyni ilə mövzuya giriş etməyimlə bağlı bir məsələdir. İnşallah ingilis dilində heç bir problem olmur. Sözün həqiqi mənasında inşallah çox sağ olun. Belə deyim sizə, mən bu vaxta qədər hal-hazırda mənim Azərbaycan Respublikasının müxtəlif dövlət qurumlarında 487 tələbəm işləyir. Tam 487 tələbə mənim dövlət qurumlarında işləyir. Dost xidmətinin müşavirindən tutun,
Sokar şirkətinin müşavirindən tutun, Əmək və Əhalinin Sosial Müdafiə Naziri müavin köməkçisindən tutun, Dövlət Gömrük Xidmətinin kadrları rəisi və təhlükəsizlik rəhbəri, polkovnik leytenantları, Dövlət Sərhəd Xidmətində və s. Tam məlumatları verə bilmərəm. Bir neçə asan xidmət rəhbərləri daxil olmaqla mənim 487 tələbə müxtəlif dövlət qurumlarında hal-hazırda vəzifələrdə işləyir. Və bu sahədə deyə bilərəm ki, Azərbaycan Respublikasının ləyaqətli kadrlarının hazırlanmasında saç ağartmışam. Ömrümü demək olar ki, gəncliyin formalaşmasına həsr eləmiş bir insanlardan biriyəm. Və bəzən mənə sual verilir ki, bəs bu qədər işləyirsiniz mənimlə, nəyə görə dövlət qurumlarına özünüz getmirsiniz? Mən dövlət qulu xətti ilə tam 41 orqanın müsahibəsindən keçmişəm bu vaxta qədər və mütəmadi də proseslərdə iştirak edərək keçirəm. Amma yəni mənim təyinatım ayrıdır. Mənim bu həyatda özümə məxsus müəyyən elədiyim təyinatım gəncliyin formalaşdırılması, gəncliyə istiqamət verilməsi və Azərbaycan Respublikası, canımız vətənimiz üçün ləyaqətli kadrların hazırlanması prosesində iştirak etməkdir. Mən özümü burada tapıram və özümü bu sahədə xoşbəxtlik hiss edirəm. Ona görə dayanmadan bu fəaliyyətlə məşğul oluram. İnsan da var ki, məsəl üçün sırf olaraq o müxtəlif orqanlarda işləyərək özünü xoşbəxtlik tapa bilir. Amma bütün hallarda bəli, çox sağ olun. Bütün hallarda ən əsas məsələ odur ki, gördüyüm fəaliyyətdən sözün həqiqi mənasında zövq alıram və mən o qoca bir bağbanın öz bağının məhsullarını yeməsi prosesi kimi məsələyə yanaşsaq, sözün həqiqi mənasında bu gözəl, zövqedici bir fəaliyyətdir. Küçədə gedirsən, bazada gedirsən, müxtəlif ərazidə tələbələrlə rastlaşırsan, müxtəlif rayonlarda tələbələrlə rastlaşırsan, onlar tərəfindən xoş münasibət, mədəni qarşılanma, mədəni yola salma, bütün bunları gördükdə hiss edirsən ki, bəli, sən düzgün yoldasan və düzgün fəaliyyətdəsən. O baxımdan sizlər də inşallah həmin uğurlu tələbələrdən olun, inşallah onların sırasına qatılın Allahın izni ilə və elə uğur qazanan namizədlərdən biri olur inşallah. Bu gün mən sizə deməli qısa olaraq, ümumi giriş olaraq, tanışlıq mövzuları olaraq deməli qanunvericilik və dünya görüşündən mövzulara giriş edəcəm. İlk olaraq gəlin qanunvericilikdən giriş edeyim. Bir yarım saat belə deyək, 2 qanunu hər dərs günümüzdə yoldaşlar, hər dərs günümüzdə biz mütləq şəkildə minimum 2 qanunu keçmiş olacağıq. Bəli, bəli. Mütləq dəstək, narahat olmayın. İngilis dilində də hər cür dəstəyi verəcəm. İngilis dilində əsas dəstək məsələsi bayaq dediyim kimi ST deyilən inşa mərhələsi bu onun mövzularıdır. O mövzulara sizə elə mövzular işləyib mən sizə hazır şəkildə mətnləri İngilis və Azərbaycan dilində verəcəm ki, elə onları üzdən oxuyun, onları öyrənmiş olun, rahat gedən kimi göydə yazacaqsınız. O ST mərhələsi elə bir keçmiş. Ondan zərrə qədər narahat olun. Lazım olacaq onu ingiliscə də dərsini deyəcəm. İnşallah o bir həftə 10 gün zor müddətində siz üçün Allah qoysa o prosesi də təşkil edəcəyik. Sırf olaraq ESE mövzusuna nə tərə giriş, onun mövzunun qoyulması, mövzunun pik nöqtəsinə gətirilməsi və mövzunun açılması məsələsinə narahat olmayın. O prosesi də nizamlayarıq Allah qoysa. Deməli, mövzuya başlayaq qanunvericilikdən. Bugün dediyimiz kimi 2 qanun götürərik. Çox ağır qanundan başlamayacağım. Belə ki, ağır qanunlar dediyimiz dövlət qulu haqqında qanun, Xarici İşlər Nazirliyinin əsasnaməsi, diplomatik xidmət nümayəndələri, onları hələ qoyaq. Onları növbəti dərslərdə giriş edərəm. Bugün 2 sadə qanundan giriş edərək qanunvericilik sisteminə giriş edərik. Deyək ki, etik davranış qaydaları və vətəndaşların müraciəti haqqında qanun hissəsindən giriş edək. Ondan sonrası Allah kərimdir. Gəlin belə deyək. Etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının qanunu. Adından görüldüyü kimi bu qanun Azərbaycan Respublikasında etik davranış qaydaları, onun prinsipləri və ona əməl olunmasının hüquqi mexanizmlərini müəyyən edir. Qanunun əhatə dairəsi dedikdə, təbii ki, bu qanun Azərbaycan Respublikasında dövlət qulluqsuz statusuna malik olan hər kəsə şamil olur. Amma sizə sualın testində cavab düşsə ki, qanun dövlət orqanında işləyən hər kəsə şamil olur, bu kəskin yalandır, belə bir şeyə inanmayın. Sırf dövlət qulluqsuz statusuna malik olan şəxslərə şamil olunan bir qanundur. Qanunun əsas məqsədləri məsələsidir. Ümumiyyətlə, hər bir dövlət qulluqçusu bu qanun müddəalarını əsas tutaraq, rəhbər tutaraq Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarına
hörmətlə yanaşmalıdır. Bütün qanunlarımızın ana məqsədi var. Bütün qanunların ana məqsədi insan vətəndaş hüquq və azadlıqlarının təmin olunmasıdır. Bu ana bir məqsəddir. Onun parametrləri, bəndləri isə bu məqsədlərin həyata keçirilməsinin müxtəlif yollarını təyin edir. Qanunun əsas məqsədlərinə görə etik davranış qaydalarının əsas məqsədlərindən biri dövlət orqanlarında və dövlət qulluqçularının fəaliyyətində şəffaflığın artırılmasıdır. Yəni, çox vacib bir məqsəddir şəffaflığın artırılması. Çünki şəffaflıq olmayan yerdə, dürüstlük olmayan yerdə bilirsiniz ki, heç bir fəaliyyətin nəticəsi olmur. Nəyə görə bir sıra dövlət qurumlarında uğurlu nəticə göstərmirlər? Nəyə görə bir sıra yerli icra hakimiyyəti orqanlarında performans qaydasında deyil? Çünki şəffaflıq yoxdur. Şəffaflıq yoxsa, dürüstlük yoxsa, deməli, burada fəaliyyət uğurla nəticələnə bilməz. İkinci məqsədlərdən biri, dövlət orqanlarında, ümumi dövlət orqanlarında korrupsiyanın qarşısının alınması, dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması. Burada suallar da testdə dəyişirlər. Qəsdən yazırlar ki, dövlət qulluqçularının fəaliyyətində korrupsiya, orqanda maraqların toqquşması. Bu yanlışdır. Korrupsiya anlayışı dövlət qulluğunda ümumi götürülür, orqanda ümumi götürülür. Qulluqçuların fəaliyyətində isə sırf maraqların toqquşması anlayışını əsas hədəf kimi götürəcəyik. Məqsəd vətəndaşların dövlət orqanlarına inam və etimadının artırmasıdır. Məqsəd vətəndaşlar tərəfindən gözlənilən davranışın tənzimlənməsi. Bilirsiniz nə təbii fikirəsiz? Son deyək, asan xidmət. Asan xidmətə daxil oluruq. Asan xidmətdə artıq məlumat bölməsinə yaxınlaşaraq istənilən məlumatı əldə edə bilirik. Bu artıq müraciət edən vətəndaşın məlumatlandırılması anlayışıdır. Vətəndaş müvafiq xidməti görür. Xidməti çıxdıqdan sonra isə bizim könüllülər var. Növbə ilə müvafiq məsələləri qeyd edirik. Yəni, nədən razısınız, nədən narazısınız, nəyi necə görmək istəyərdiniz? Bax, bu zaman artıq vətəndaşlar öz fikirlərini bildirir bu sorğu prosesinə. Orqan deyil, müvafiq sorğu əsasında öz fəaliyyətini tənzimləyir. Yəni, bir gün ərzində 1000 nəfər sorğuya müraciət verir, cavab verir və 1000 nəfərdən deyək 500 nəfəri növbənin sıxlığından, 200 nəfəri növbənin, belə deyək, xidmətin uzun müddətli və ya qısa müddətli olmağından və müxtəlif səbəblərdən. Bu şəkildə orqan hər günün açotunu, sonra hər həftənin, sonra hər ayın açotunu ümumiləşdirərək müvafiq rəhbərliyə bu barədə məlumat verir. Beləliklə, orqan öz fəaliyyətini vətəndaşların istək və tələblərinə uyğun olaraq qurmağa cəhd edir. Artıq bu prosesə biz deyirik, etik davranış qaydalarının o məqsədlərindən biri vətəndaşların dövlət orqanlarının fəaliyyətinə təsiri imkanlarının genişləndirilməsi anlayışı deyirik ki, məhz bunu mən asan xidmətin timsalında görürük. Düzdür, digər qurumlar hələ təzə-təzə bu prosesə keçir, yəni iməkləyirlər, amma asan xidmət bu sahədə artıq demək olar ki, qaçışdadır, vətəndaş mövqeyinin sərgiləməsidir. Ümumiyyətlə, götürdükdə belə bir anlayış var etik davranış qaydasında. Xidməti davranışın hüquqi tənzimlənməsi anlayışı. Yoldaşlar, sizə sual verilsə ki, xidməti davranışın hüquqi tənzimlənməsi nədir? Bax, bunu yadda saxlayın. Dövlət qulluqçusu, hər hansı ümumiyyətlə dövlət işçisi xidməti vəzifəsini icra edərkən yalnız ona verilmiş səlahiyyətlər çərçivəsində öz vəzifə səlahiyyətini yerinə yetirməyə borcludur. Yəni, tutalım mən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində ünvanlı sosial yardım şöbəsində işləyirəm. Düzdürmü? Mən məsləhətçiyəm. Mənim xidməti vəzifəm nədən ibarətdir? Ünvanlı sosial yardımlarla bağlı müraciətləri qəbul etmək, onu əsaslandırmaq, sənədləri araşdırmaq və belə deyək, rəhbərliyə, daha sonra isə vətəndaşa bu barədə məlumat verməkdir. Amma bir an təsəvvür edin ki, mən pensiya sektoruna qarşıram, işsizlikdən sığorta şöbəsinə qarşıram və digər məsələlərlə bağlı sənəd müraciət qəbul edirəm. Artıq bu nə adlanır? Maraqların toqquşması adlanır. Niyə görə maraqların toqquşması adlanır? Çünki mən öz xidməti vəzifəmdən kənarda digər məsələlərə, bölmələrin işinə qarışmış oluram. Ona görə də bayaq dediyim anlayış nə idi? Dövlət orqanlarında korrupsiyanın, dövlət qulluqçuların fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması qanunun əsas məqsədləridir. Ona görə hər kəs qanunvericiliklə ona verilmiş səlahiyyətlər çərçivəsində öz xidməti vəzifəsini yerinə yetirməyə borcludur. Təbii ki, hər kəs öz xidməti vəzifəsini yerinə yetirərkən digər qanunvericilik aktlarına istinad edə bilər, əsaslana bilər. Amma burada bir şərt odur ki, həmin əsaslandığımız digər qanunvericilik normativ aktlar bizim xidməti fəaliyyətimizi tənzimləyən
əsas normativ haqlarla, əsas qanunverici haqları ilə ziddiyyət təşkil etməsin. Bax, buna biz deyirik xidməti davranışın hüquqi tənzimlənməsi. Gəldik prinsiplərə. Prinsiplər sırasında mən etik davranış qaydalarının bir sıra prinsiplərini yazacağım. Buna başına qoyaq prinsiplər. Prinsiplər. Hansı əsas prinsiplər var? Bu prinsipləri bütünlək şəkildə hər kəsin bilməli olduğu prinsiplərdir. Çünki müsahibə mərhələsində birbaşa verilən suallardan biri etiklə bağlı etik davranış qaydalarının əsas prinsiplərini sadala. Və namizəd sadaladıqsa müsahibə mərhələsində anidən qayıdır ki, yaxşı, onlardan filan prinsip nəyi etiqa edir? Nədir filan prinsipin mahiyyəti? O baxımdan, yəni prinsipləri bilməkdə faydamız var. Birinci prinsip deyək, vicdanlı davranış. Vicdanlı davranış prinsipi. Vicdanlı davranış. Bax, bu elə bir prinsip ki, yoldaşlar, bu bütün hallarda hər bir dövlət qulluqçusu və hər bir dövlət işçisi üçün keçərlidir. Yəni, orada çaşdırmaq üçün yazılır ki, vicdanlı davranış prinsipi dövlət qulluqçunun xidməti vəzifəsini keçərkən əməl etməli olduğu bir prinsipdir. Bu yanlışdır. Vicdanlı davranış prinsipi dövlət qulluqçunun bütün hallarda əməl etməli olduğu bir prinsipdir. Ona görə istər xidməti vəzifəmizi icra edək, istər xidməti vəzifəmizi icra etməyək, istər mülkü həyatda olaq, istər işdə olaq. Bütün hallarda dövlət qulluqçusu şəxsin, cəmiyyətin, dövlətin mənafeyi naminə vicdanlı davranış prinsiplərinə əməl etməyə borcludur. Prinsiplərdən birini deyək, loyallıq. Ən çox verilən suallardan biri, loyallıq. Loyallıq prinsipi nədir? Loyallıq prinsipi dövlət qulluqçusu. Boş olmasa da stolun üstüne koyacağım ben onu. Mikrofonu keçirin zəhmət olmasa. Ha, problem yok. Olsun. Loyallıq prinsipi dövlət qulluqçusunun öz xidməti vəzifəsini yerinə yetirərkən rəhbər haqqında açıq tənqidi çıxışlardan, mülahizələrdən çəkinməsidir. Və burada sual düşsə ki, dövlət qulluqçusu bütün hallarda belə çəkinməlidir. Bu yanlış bir ifadə olar. Bütün hallarda. iPhone-la qoşulan yoldaş zəhmət deyilsə mikrofonu keçirərdin. Ay sağ ol, Allah köməyin olsun. Deməli, burada çaşdırmaq üçün yazırlar ki, bəzən dövlət qulluqçusu bütün hallarda loyallıq prinsipinə əməl etməlidir. Yanlışdır. Dövlət qulluqçusu əgər rəhbər vəzifəli şəxsin söhbət qanunsuz fəaliyyətindən gedirsə, dövlət qulluqçusu buna tənqidi münasibət bəsləyə bilər. Söhbət dövlət qulluqçusunun sırf xidməti vəzifə sahəsinə aiddirsə, dövlət qulluqçusu yenə rəhbər haqqında tənqidi mülahizə bildirə bilər. Və rəhbər vəzifəli şəxsin hansısa məqaləsi, ola bilsin bu elmi məqalə ola bilsin, elmi çıxışlar ola bilsin, hansısa məqalə və çıxışına münasibətdə tənqidi fikir söyləyə bilərik. Çünki biz rəhbər vəzifəli şəxsin fəaliyyətinə yox, onun sırf olaraq hansısa fikrinə münasibət bildiririk. Bu şəxsiyyətin tənqidi anlayışı deyil. Ona görə deyirik ki, loyallıq prinsipinə əsasən dövlət qulluqçusu dövlət orqanında açıq çıxışlarla bağlı belə deyək, qəbul edilən bütün məhdudiyyətlərə əməl etməlidir. Prinsiplərdən birini deyək ki, peşəkarlıq və fərdi məsuliyyət. Bunun qısacası belə deyək, peşəkarlıq. Peşəkarlıq prinsipi və fərdi məsuliyyət prinsipi nədir? Dövlət işçisi, dövlət qulluqçusu öz xidməti vəzifəsinə yerinə yetirərkən xidməti vəzifələrə peşəkarcasına yanaşmalıdır. Yəni, yolaverdi yanaşmaq olmaz. Tutalım, deyək ki, hansısa bir vətəndaş gedir, asan xidmətə müraciət edir. Asan xidmətə müraciət edərkən o pəncərədə arxasında çalışan qızlar, oğlanlar o qədər sürətli şəkildə müraciəti qəbul edib, o qədər sürətli şəkildə cavablandırırlar ki, sən tez bir zamanda, qısa zamanlarında öz suallara cavab tapa bilirsən. Deyək ki, adını çəkmək istəmədiyim hansısa, deyək, B qrupu. Gedirsən bir sual verirsən, sualını görürsən ki, başa düşülür. O çağırır o bir işçini, o bir işçi çağırır o biri, o da başa düşülür. Təzdən dördüncü də biz ayrılmaq. Gedir sektor müdürünü çağırlar. Sektor müdürü düşür, gəlir, o da qulaq asır, o bölmə rəhbərinə əlaqələndirir. Niyə? Çünki burada işçilər müvafiq məsələ ilə bağlı kifayət qədər məlumatlı deyirlər. Deməli, qrupumun işçisi öz işini peşəkarcasına yerinə yetirmirsə, mən vətəndaş olaraq, mən fiziki və hüquqi şəxs olaraq necə sizə etimad edeyim kimi bir vəziyyət yaradır. Deməli, hər bir qurumun cəmiyyət içində hər bir qurumun bir cəmiyyət içərisində belə deyək, o hörmət qazanması, cəmiyyət içində nüfuz qazanması
onun işçilərinin peşəkarlığından asılıdır. Ona görə də normal düşüncəli nazir, normal düşüncəli orqan rəhbəri, normal düşüncəli bu idarəçilər həmişə çalışmalıdır ki, tabeliyində olan qurumlara daha savadlı və peşəkar kadrları cəlb etsinlər. Çünki dubiklər orqanın nüfuzunu aşağı salmaqdadır. Amma savadlı kadrlar, peşəkarlıq üzərində çalışan kadrlarsa orqanın cəmiyyət üzrə nüfuzunu artırmaqda davam edirlər. Çünki çox vacib məsələdir peşəkarlıq məsələsi ki, buna mütləq əməl edilməsi məqsədə uyğundur. Və çünki bu avtomatik olaraq, bax, dövlət quruluşu öz xidmətini peşəkarcasına yerinə yetirərkən digər prinsip olan ictimai etimad. Həmin anlayışdır. İctimai etimad prinsipini doğrultmuş olur. Veya dediyim anlayışdır. İctimai etimad nədən yaranır? İşçisindən. Bax, belə deyək, bir quruma gedirik. Qurumun qapısında bizi necə qarşılayırlarsa, bizi orada necə yola salırlarsa, bizim quruma münasibətimiz o çərçivədədir. Bu, bir dəfəlik bu şəkildə qəbul edək. Ona görə də prinsiplərdən birini deyirik, mədəni davranış. Mədəni davranış. Mədəni davranış prinsipi ilə bağlı yenə də burada yazırıq. Bütün hallarda, sözün həqiqi mənasında dövlət orqanında işçilər bütün hallarda mədəni davranış prinsiplərinə əməl etməlidir. Bəs bu nədir? Mədəni davranış öz rəhbərliyi ilə qarşı münasibət. Ola bilsin birbaşa rəhbər və ya yuxarı rəhbərliyə qarşı münasibət. Mədəni davranış öz həmkarları ilə münasibət. Mədəni davranış tabeliyində olan işçilərlə münasibət və mədəni davranış müraciət edən vətəndaşlarla münasibətləri ehtiva edir ki, dövlət quruluşu bütün hallarda nə etməlidir? Səbirli olmalıdır, nəzakətli olmalıdır və xeyirxah olmalıdır və mədəni olmalıdır. Çünki vətəndaş eyni məsələ ilə bağlı 9 dəfə sual versə belə, onun 10-cu dəfə eyni sualı verilməsini gözləməlisən və səbirlə yanaşmalısan. O baxımdan o bölmələr ki var, sırf olaraq vətəndaşlarla kontaktda işləyir, o bölmələrdəki işçilərin həqiqətən vəziyyəti biraz ağır olur. Çünki bəzən elə vətəndaşlar olur ki, yəni konkret olaraq o yol əhvalatı kinosundakı kimi o tezlik teması ala deyir ki, sən də öldürmüşsən. Və həmin temaya oxşar bir vətəndaşlarımız olur. Gəldik, çıxdıq nəyə? Getdik, əmr, sərəncam və tapşırıqlar. Bax, burada məsələ həmişə biraz qəribə olur. Əmr, sərəncam və tapşırıqlar məsələsi. Bunların icra olunması məsələsi. Deməli, yoldaşlar, dövlət orqanının rəhbəri tərəfindən dövlət işçilərinə verilən yazılı əmr, sərəncam və şifahi tapşırıqların yerinə yetirilməsi məsələsi nədir? Təbii ki, əgər əmr yazılı verilirsə, sən bu əmr hətta qeyri-qanuni olsa belə icra edəsən belə heç bir məsuliyyət yaratmır. Niyə? Çünki əmri verənin özü səhvən verir. Bu birinci hal. İkinci hal. Əmr və sərəncam səndə hesab edirsən ki, qanuna ziddir, sən bunu icra edəməkdən imtina edə bilərsən. Səbəb? Çünki qeyri-qanuni hesab edirsən. Təbii ki, əmr həqiqətən qeyri-qanunidirsə və sən bunu icra etmirsənsə, buna görə sənə heç bir məsuliyyət düşmür. Amma qanuni əmr sərəncamı yerinə yetirməmək təbii ki, məsuliyyətə səbəb olur. Gəldik bunun şifahi tapşırıqlar məsələsi. Şifahi tapşırıqlar qanuni olsa da, qanuni olmasa da belə dövlət quruluşunun ixtiyarı vardır ki, rəhbərliyə bu şifahi tapşırıqlar yazılı verilməsini neynəsin? Öncə bununla bağlı müraciət etsin. Təbii ki, birbaşa tələb etsin deyə biraz kobud olar, rəhbərdən nə tələb edəcəksən. Amma yazılı verilməsini və bunun əsaslandırılması ilə bağlı müraciət edirsən. Təbii ki, rəhbər vəzifəli şəxs verdiyi bu şifahi tapşırıqda yazılı verilməkdən imtina edirsə, sənin bunun yerinə yetirmək kimi bir məsuliyyətin yoxdur. Təbii ki, mənim dediyim bu anlayış, açığı deyək, biraz nisbi anlayışdır. Yəni, Azərbaycan Respublikasında rəhbər vəzifəli şəxsin verdiyi tapşırığı yerinə yetirməmək həyatınla klas-klas oynamaqdır. Düzdürmü? Bunun real vəziyyət budur. Amma qanun bizə bunu mədəni qaydada verir. Çünki bizi əksər dövlət qurumlarında rəhbər vəzifəli şəxslər biraz ağıldan kəm vəziyyətdədirlər. Yəni onlar hesab edirlər ki, onların verdiyi tapşırıq, onların verdiyi bu göstəriş
uca yaradan ilahi, yaradan Allahın elə bir buyurduğu bu kəlamdır. Yəni o şəkildə gedirlər işçilərin üstə. Amma təbii ki, bu düzgün deyildi. İnşallah bizimkilər də əhəlləşər. Bunu görməyə çox böyük ümid edirəm. Amma mən sizə deyim ki, Allah qismət eləsin sizə, sözün həqiqi mənasında Allah qismət eləsin sizə. Bir yolunuz Xarici İşlər Nazirliyinə düşsün. Bir dənə siz orada kadrlarla rastlaşın. Sözün həqiqi mənasında sizə mən arzulayıram ki, bir dənə oradan girin o mərhələlərdə və oradakı işçilərlə, oradakı müvafiq sektor müdürü, şöbə rəhbərləri və səlahiyyətli şəxslərlə, ən elementar işçilərlə ünsiyyət yaradın. Özünüz fərqinə varasınız ki, ilahi, bu qurum necə şəxsiyyətləri seçir, bu kadrları necə seçir, o qədər mədəni, o qədər etikalı işçiləri seçirlər ki, müsabiqələrdən əliyə-əliyə. Adamın özünə ləzzət edir. Deyirsən, bu qurumda işləmək sözün həqiqi mənasında insana zövq verir, ruhun sakitləşir. Söhbət nəyisə qazanmaqda deyil. Mən diplomatik xidmət orqanlarının əmək haqqı ilə bağlı məsələni bir gün deyərəm, asaram sizə. Yəni, baya high level deyilən bir vəziyyətdədir orada. Çünki əlavələr çoxdur orada o proseslə. Amma təkcə əmək haqqı məsələsi deyirlər. İnsanın mədəni bir kollektivdə işləməsi insan ruhuna zövq verən bir şeydir ki, Allah qismət eləsin, hər biriniz o prosesi görəsiniz inşallah. Sonra prinsiplərdən biri deyək yoldaşlar. Etik davranışın ən əsas prinsiplərdən biri qərəzsizlik məsələsidir. Qərəzsizlik məsələsi hər oğlunun işidir, hər bəndənin işidir. Deməli, qərəzsizlik anlayışı nədir? Xidməti vəzifəni, bax bunu belə deyil, xidməti vəzifəsini icra etdiyi dövrdə vətəndaşların dininə, cinsinə, əqidəsinə, sosial mənsubiyyətinə, siyasi mənsubiyyətinə, iqtisadi mənsubiyyətinə, hər hansı bir təşkilata, cəmiyyətə üzvlüyünə görə vətəndaşa münasibət göstərmək məsələsi, bax bu qərəzsizlik. Yəni, sən heç bir halda onlara fərq qoymamalısan. Yəni, belə bir anlayışa sənin ixtiyarın yoxdur. Yəni, sənin üçün bu vətəndaşdır. Hansı siyasi partiyanı təmsil etməsindən asılı olmayaraq, müraciət edən şəxs nədir? Belə deyil, Azərbaycan Respublikasının vətəndaşıdır və ya sən ona qarşı münasibətdə fərq qoya bilmərsən. Yəni, fikrimi bilmirəm, başa düşürsünüzdür. Bax, bu anlayış deyir ki, xidməti vəzifəni icra etdiyi hallarda, qısaca deyək. Yəni, xidməti vəzifəsini icra etdiyin hallarda sən qərəzsizlik prinsipinə mütləq əməl etməlisən. Amma təbii ki, bu qərəzsizliyin içində siyasi bir tərəfli anlayışı da vardır. Yəni, siyasi bir tərəfli anlayışı ən mütləq bir qaydadır qərəzsizlikdə. Yəni, müraciət edən vətəndaşın hansı siyasi partiyanı təmsil etməsinin sənin üçün elə bir önəmi olmamalıdır. Ona görə də, yəni, sənin özün də zaten xidməti vaxtı hansısa siyasi partiyanın maraqlarını müdafiə eləyənmərsən, onu təbliğ eləyənmərsən. Amma xidməti vəzifədən ayrıldın, öz mülki həyatından keçdin, hansı siyasi partiyanı dəstəkləmək istəyirsənsə, buyur dəstəklə. Bununla bağlı, yəni, dövlət qulluqçularına elə bir məhdudiyyət qoyulmamaqdadır yoldaşlar. Gəldik, çıxdıq nəyə? Deməli, burada maddi və sair qiymətlərlə bağlı prinsip var. Prinsipin içində nə edir? Əvvəla yoldaşlar, bax, belə bir şey var. Əvəzli xidmət, əvəzsiz xidmət. Bununla bağlı sual düşən zaman nəyə diqqət yetirir? Əvəzsiz xidmət əvvəla odur ki, dövlət qulluqçu xidməti göstərir, bunun qarşında heç bir şey almır. Əvəzli xidmət odur ki, sən xidmət göstərirsən və xidmət müqabilində neyəsən xidmət haqqını əldə etmiş olursan ki, buna da deyirlər əvəzli xidmət. Amma qanun göstərir ki, qanunla müəyyən olmuş məbləğdən artıq hər hansı vəsaitin əldə olunması yol verilməzdir. Nöqtə. Ona görə maddi və sair qiymətlərlə bağlı bunu deyir. Maddi qısaca deyirlər, maddi qiymətlər məsələsi. Maddi qiymətlər anlayışı odur ki, dövlət qulluqçusu öz xidməti vəzifəsini yerinə yetirərkən ona, belə deyək, qanunsuz şəkildə verilmiş hər hansı maddi və sair qiymətlərdən imtina etməlidir. Buna nöqtə qoyur. Sözün həqiqi mənasında. Qanunsuzsa imtina edirik. İkinci hal, hər hansı bir maddi və sair qiymətlər sadə qonaqpərvərlik qismində verilirsə, o zaman bunu qəbul edə bilərsən. Amma bir şərtlə ki, həmin hədiyyənin məbləği korrupsiyaya qarşı mübarizə qanununda göstərilən 55 manatdan yuxarı olmamış olsun.
Üçüncü bir hal, yenə də sənə hər hansı bir maddi və sair nimətlər təqdim olunur, təklif olunur. Amma sən bunu demir ya qanunsuz. Zaten qanunsuz olsa da imtina eləməlisən. Yenə qanunidir. Sadə qonaqpərvərlik qismində də sadəcə təqdim olunur. Və bununla bağlı sən tərəddüd eləyirsən, götürüb götürməməklə bağlı bir qərara gələ bilmirsənsə, o zaman keçmiş qanunda yazırdılar ki, birbaşa rəhbərin, artıq etik davranış qaydalarında edilən dəyişiklik onu göstərir ki, dövlət orqanının rəhbər vəzifəli şəxslərə, yəni bura yuxarı rəhbərlik də aiddir, rəhbər vəzifəli şəxslərə etdiyi müraciət edir. Həmin rəhbər vəzifəli şəxslərin qərarı əgər müsbət olarsa, dövlət qulluqçusu bunu götürür, mənfi olarsa götürmür. Amma maraqlı cəhət nədir? Müsbət olarkən götürdüyün bu maddi sair nemətlər necə götürürsənsə akt üzrə, eləcə də akt üzrə nə etməlisən? Təhvil verməlisən. Təbii ki, bunun da xırda detalları var. Vaxtımız getməsin deyə orasına girmirəm. İnşallah bir gün o akt məsələlərini deyərəm təhvil təslim prosesində. Bax, bu maddi nemətlər və korrupsiya, bunlar paralelində gedən bir şeylərdir. Yəni, maddi nemətlər prinsipi var, bir də korrupsiya qarşısının alması prinsipi var. Və onu da, yəni prinsip olaraq biri türlü yazmalı. Maraqların toqquşması prinsipi, təbii ki, bayaq dediyimiz maraqların toqquşması anlayışı, şəxsi maraqlarını qulluq keçdiyin orqanın marağından üstün tutmaq anlayışıdır. Təbii ki, heç bir halda sən şəxsi maraqlı dövlət orqanı marağından üstün tutmamalısan. Belə bir hal varsa, təbii ki, öncədən sən müvafiq dövlət orqanı rəhbəri ilə bu barədə bildirərsən. Məsələn, olan bir şeydir. Sumqayıtda vazifətli bir tələbəm var idi. Dövlət Sosial Müdafiə Fondunda işləyirdi. O öz rəhbəri, Sumqayıt DSF-nin vəkil rəhbəri vəzir mənə müraciət edərək demiş ki, vəzir mənə, xahiş edirəm, məni elə şöbəyə keçir ki, orada vətəndaşlarla ünsiyyətdə olmayım. O da sual verir ki, nə olub Fatih, niyə görə belə bir arzu var? Deyir, vətəndaşlarla ünsiyyətdə olanda marağıma girirlər, nəfsimə girirlər, yəni mövzumu saxlaya bilmirəm. Çünki Azərbaycan vətəndaşı özü hipnoz eləyir axı işçiləri, nəyisə pulla verib həll eləmək üçün. Onda deyir, özümlə bacara bilmirəm. Belə olanda da mən öz şəxsi maraqlarımı daha üstün tutmuş olacam. Ona görə xahiş edirəm, məni elə bir şöbəyə köçürün ki, orada mən vətəndaşı görməyim. Bu çox yaxşı bir tendensiyadır. Yəni, belə bir halı insanlar özlərində görən zaman müvafiq rəhbərliyə bu barədə məlumat verə bilərlər. Təbii ki, maraqların toqquşmasına görə işdən azad olmuş şəxslər var, xidməti fəaliyyətindən xitam verilmiş şəxslər qanunla müəyyən olmuş müddətdə, yəni bir il müddətində vaxtilə nəzarət etdiyi ərazi ki var, hansı əraziyə ki kurator olub, ya hansı sahə ilə məşğul olubsa, bir il ərzində həmin fəaliyyət sahəsi üzrə işə qəbul oluna bilməzlər. Artıq bir ildən sonra isə onların yenidən həmin sahə üzrə işə qəbul olmasına yol verilə bilər. Belə bir anlayışdır. Sonra prinsiplərdən biri var, deyək ki, əmlakdan istifadə. Gəlin onu da deyək. Əmlakdan istifadə var, əmlakdan istifadə. Deməli, yoldaşlar, əmlakdan istifadə nədir? Xidməti vəzifəsini icra etdiyi dövrdə işçilərə verilən müvafiq texnika, texnologiyalar, kompüter, printer, digər ləvazimatları nəzərə alır ki, xidməti fəaliyyətinin tərkib hissəsi ilə bağlıdır. Bunlar verilir. Bu verilən vəsaitləri dövlət qulluqçusu qənaətlə istifadə etməlidir. Şəxsi məqsədləri naminə istifadə etməməlidir. Bu çox vacib haldır. Yenə bir tələbələrimdən misal gətirəcəm, daha deməyim, amma ümumi deyim, Sumqayıt Statistika Komitəsində olan bir prosesdir. Deməli, deyir, bizdə hər otaqda 4 dənə işçi otururuq, xanımıq, hər şey planşetlə daxil edirik sistemə. Bəzən elə olur ki, kiməsə lazım olur planşet, yerindən durub bir də planşeti otağının başında verməyə adam ərinir. Elə götürüb bir əllə atırdıq planşeti ki, tutanda tutur da, deyirəm, nə olur, mətləbə tutmayanda nə olur? Deyir, dəydi ora, məsələn, çatlayırdı da planşet. Belə olanda götürüb yazırdıq ki, xidməti fəaliyyət zamanı sıradan çıxıb yenisini göndərirdilər. Təbii ki, bu proses 2016-cı ilin noyabrında referenduma qədər davam elədi. Çünki 2016-cı il referendumda dedi ki, dövlət işçisinin hər hansı fəaliyyətin nəticəsində dəymiş zərərə görə dövlət qulluqçusu özü, yəni dövlət işçisi özü mülki məsuliyyət daşıyır. Bax, bu maddə qüvvəyə minəndən sonra artıq cəmiyyətdə qərar vəziyyət dəyişdi. Deyir, birdən-birə yeni xəbər gəldi. İşçilərimizdən kimin ki əlində planşet sığmışdı, onun planşetin qiyməti, yəni 750 manat miqdarında cərimə gəldi, 3 aylıq əmək haqqından tutulmaqla. Və onun da fərqinə vardıq ki, artıq
Yəni kimin əlində sındısa cavab deyildi. Ondan sonra deyir, bəli, indi bir planşetin bir dənə ağ dəsmal deyir, altına qoy ki, bir dənə ağ dəsmal üstünə qoruyuruq ki, bizə heç nə olmasın. Yəni qılınc müsəlmanın ənənəvi psixologiyasıdır ki, bax, dövlətin əmlakını sanki düşmən əmlakı kimi dağıtmağa meyillidir toplumda. Ona görə də əmlakdan qənaətlə istifadə olunmalı, şəxsi məqsədlərin naminə istifadə olmamalıdır. Bəzən görürük ki, idarə təşkilat və müəssisələrdə demək olar ki, bizdən bütün nəslin dərsliyini çap edirlər ki, bu qəbul olunmaz bir məsələ hesab olunmaqdadır. Sonra məlumatlardan istifadə prinsipi var. Bunu da unutmayaq. Məlumatlardan istifadə prinsipi. Məlumatlardan istifadə prinsipi nədir? Deməli, bu çox vacib bir məsələdir. Belə ki, yoldaşlar, xidməti vəzifəsini icra etdiyi dövrdə şəxsin əldə etdiyi məlumatlar olur. Bu, həm xidməti fəaliyyətlə bağlı məlumatlardır, yəni orqanın fəaliyyəti ilə bağlı məlumatlar, həm də müraciət edən vətəndaşların şəxsi həyatı ilə bağlı məlumatlar olur ki, bu məlumatların konfidensiallığını, gizliyini qoruyub saxlamalısan. Hətta mən sizə deyim ki, işdən ayrıldıqdan belə gələcəkdə, bax, bu işdən kimsə çıxdı, yenə də heç kimin yanında heç bir kəlmə danışmayın. İnanın ki, danışmayın. Mən sizə bunu bir böyük qardaşınız kimi tövsiyə edirəm ki, belə şeydən həqiqətən yayının. Çünki insanın elə bir dövrdür ki, dilindən asırlar, insanın gözündən asırlar bəzən. Gözünə görə imtahan verir. Məşhur bir Çin atalar sözü var. Deyir, ağzı açıq balıq qarmağa dirişər. Bu 3000 il yaşı olan bir Çin atalar sözüdür. Doğrudan da kimə ilişir, kim deyək ki, dövlət qurumlarından çox əyri bir yolları çarpışır və müxtəlif problemlər yaşayır. O kəs ki, kənarda, orada, burada deyək ki, nəysə danışır, ya xidmətlə bağlı, ya dövlət əleyhinə və s. və s. Bu zaman özünü ilişdirir. Yəni, məsələ nə qədər düzgün olduğu görür ki, ağzı açıq insan problem yaşayır. Ona görə də məlumatlardan istifadə prinsipini maksimum qorumalısınız. Nə olursa olsun işdə, heç doğma həyat yoldaşınıza belə, ən yaxın bildiyiniz insanların yanında belə danışmamalısınız. Bunu mütləq şəkildə yadda saxlayın. Çünki hər bir işçi, inanın ki, rəhbər vəzifəli şəxslər tərəfindən, səlahiyyətli nümayəndələr tərəfindən daim yoxlanır. Bəzən elə informasiyanı qəsdən elə bir şəxsə ötürürlər ki, həmin informasiyanın daha hansı əməkdaşlara doğru yayılmasını görmək üçün. Əgər yayılmırsa məlumat, deməli o adamın özündə qalıbdır. Orqan daxilində bu məlumat yayılırsa, deməli vəziyyət nədir? Heç də qənaətbəxş deyildir. Ümumi götürdükdə Azərbaycan Respublikasında etik davranış qaydalarına bağlı nəzarət mexanizmi odur ki, hər bir dövlət qurumçusu həm öz fəaliyyətini təhlil edir, həm də onun birbaşa və yuxarı rəhbəri tərəfindən nəzarət olunur, onun fəaliyyəti təhlil olunur. Dövlət orqanıdır, rəhbəri isə bu nəzarətə xidməti qaydada həyata keçirir. Yuxarı orqan isə tabeçilik əsasında, yəni aşağıların yuxarıya tabeçiliyi əsasında, regionların mərkəzə tabeçiliyi əsasında bu nəzarət prosesi həyata keçirilir. Ümumi isə Azərbaycanda yeni bir vəzifə təsis olunubdur. Etik məsələlər üzrə belə deyək, müvəkkil vəzifəsi. Əvvəl nəzarət orqanı deyilən bir orqan var idi. 2017-ci ilə qədər dövlət qurumlarının fəaliyyətinə nəzarəti həmin nəzarət orqanı həyata keçirirdi. Bəzən bunu audit deyə də adlandırırdılar daxili qurumlarda, maliyyə nəzarətinə qədər proses gedirdi. Amma onu dəyişdilər, ləğv elədilər və nəzarət orqanının artıq yeni adı. Əvvələ ləğv elədilər, birinci təmiz çıxartdılar ki, əlavə ştat cədvəlidir, əlavə yükdür, büdcəyə yükdür. Daha sonra gördülər ki, artıq nəzarət edə bilmirlər və 2024-cü ildən yeni vəzifə təyin elədilər. Etik məsələlər üzrə müvəkkil vəzifəsi. İndi etik məsələlər üzrə müvəkkil məsələsində 5 il dövlət orqanında işləyib, 3 il rəhbər vəzifələrdə, xüsusilə insan hüquqları sayəsində işləmiş şəxslər, dövlət orqanında işləmiş şəxslər, etik məsələlər üzrə müvəkkil vəzifəsinə təyin olunur. Bu müvəkkilin vəzifəsi nədən ibarətdir? Orqan daxilində işçilərin etik davranış qaydalarına nə dərəcədə əməl etməsinə nəzarət etmək. Onlarla müvafiq görüşlər keçirmək, mütəvadi iclaslar təşkil etmək və bütün bu ümumi məlumatları toplamaq, tövsiyələri verib, sonra toplamaq və bu barədə dövlət orqanı rəhbərinə məlumat vermək. Bəs dövlət orqanının rəhbəri olan şəxsin özü nə etməlidir? O nəzarəti necə həyata keçirəcək? Deməli, yoldaşlar, əvvəla qayda belədir. Bax, tutalım mən. Mən hansısa dövlət qurumunun rəhbəriyəm. Hərçənd olmuşam. Mən özüm 4 il Sumqayıt şəhərində
yəni təhsil sahəsində direktor vəzifəsini icra eləmişəm, rəhbər vəzifəni həyata keçirmişəm. Paralel 4 məktəbin nəzarətini həyata keçirdim. Gözəl illər idi, qəşəng illər idi, amma rəhbərliyin çox çətin fəaliyyət olduğunun mən onda şahidi oldum. Və həyatda bir daha mənə təklif eləsələr hansısa bir qurumda rəhbərlik, hətta təhsil belə olsa mən həyatı boyu rəhbərlik vəzifəsinə getmərəm. Bunun yükü və ağırlığının canlı şahidi oldum və o baxımdan deyirəm ki, hər bir dövlət orqanı rəhbəri əvvəla tabeliyində olan işçilərə etik davranış qaydalarının prinsiplərini izah etməlidir. Ay yoldaşlar, ay həmkarlar, bax işimiz bundan ibarətdir. Çünki hər kəsə aydındır. Sonra qaydaları izah etməlisən. Hamımız saat 9-da gəlirik, belə geyinirik, ağ köynək, qara qalusluq, qadınlar belə, qızlar belə. Və rəhbər vəzifəli şəxs özü öz fəaliyyəti ilə, öz tabeliyində olan işçilərə nümunə olmalıdır. Yəni, mən işçilərə saat 9-da iş yerində olmalısan deyirəmsə, özüm 9-un yarısından orada olmalıyam. Çünki bu bir prosedurdur. Çünki işçilər mütləq şəkildə rəhbərin hərəkətinə baxırlar. Əgər mən işçilərə deyirəm ki, qalıq dəyəcimi bağla, özüm bağlamayıb, özüm artıq rahat havada gəzirəmsə, amma işçilərimi məcbur edirəmsə, burada nəticə olmaz. Özü birinci əməl eləməlidir rəhbər vəzifəli şəxsi. 3. Tabeliyində olan işçiləri onların tutduğu vəzifəyə uyğun, düzgün vəzifə bölgüsü aparmalıdır. Yoldaşlar, bu proses nədən ibarətdir? Orada testlə çaşdırmaq üçün sizə təqdim eləyə bilərlər suallarını, necə? Onların ixtisasına görə düzgün vəzifə bölgüsü, onların təsdiqatına görə düzgün vəzifə bölgüsü, ixtisas dərəcəsinə görə düzgün vəzifə bölgüsü, bunlar yanlışdır. Tutduğu vəzifəyə uyğun düzgün vəzifə bölgüsündə aparmalıdır rəhbər vəzifəli şəxs. Bax, qayda belədir. Sonra tabeliyində olan işçiləri qanunvericilik tələblərini pozacaq hərəkətlərə sövq etməməlidir. Bir yandan qayda qoyursan, o bir yandan sonra onları sövq etsən ki, məni görün arada. Bu və nəticə ola bilməlidir. Yəni, bu prinsip pozulur. Və işçilərinə etik davranış qaydaları ilə bağlı daxili normativ aktlar işləyib hazırlamalı və təqdim etməlidir. Və kimlər isə bu qaydanı mütəmadi pozmaqda davam edirsə, onlar barəsində müvafiq intizam tənbih tədbiri görməlidir. Və bu barədə kimlərə ki, intizam tənbih tədbiri verib, beləlik, media nümayəndələrinin, kütləvi informasiya vasitələrini deyək və müraciət edən vətəndaşları məlumatlandırmalıdır. O zaman sual verir, orqan daxilində bir nöqsan olursa, sən töhmət verirsənsə, niyə cəmaatı məlumatlandırırsan? Məqsəd cəmiyyətdə ictimai etimadı möhkəmləndirməkdir. Görürsünüz, hansısa bir qurumun rəhbəri dəyişəndə təzə gələn deyir, qumluğu gün başlayır süpürgəyə kimi. Hər yeri süpürgəyə, ora atım edir, bunu çıxardır, bunu çıxardır. Niyə? Cəmiyyətdə ictimai etimad qazanırlar ki, filankəs herhalde gələn kimi sirkələdi qurumulu deyirlər. O baxımdan belə proseslər var. Və yadda saxlayın, etik davranış qaydaları. Bu sadaladığım və bir neçə sadalamağım 3-4 birinci deyək. Hansını pozursansa poz, yalnız və yalnız intizam tənbih tədbiri görülür. Etik davranış qaydalarının prinsipləri pozmağa görə yoldaşlar, inzibati, mülki, hüquqi, cinayət və digər anlayış olanmaz. Təbii ki, dövlət quruluşunun fəaliyyətində cinayət əməli varsa, cinayət hüquqi tədbirlər görüləcəkdir, çünki cinayət əlaməti var. Və ya cinayət əlaməti yoxdursa, artıq gedirik nəyə? Sırf prinsiplərə görə etik davranış qaydaları, intizam tənbihi göstərilir. Bir də bir şey deyil. Deməli, sual belə ki, hansı halda dövlət quruluşu barəsində intizam icraatı tətbiq olunur? Bax, bunu unutmayın. 3 hal var dövlət quruluşu barəsində intizam icraatının tətbiq olunması. Birinci hal, əvvəlki adı gedirdi kütləvi informasiya vasitələrində məlumatların dərc olunması. Artıq elə şeylərə getmir. Kütləvi informasiya vasitələri dəyişdi. Çünki kütləvi informasiya vasitələrinin içində çoxlu qeyri-qanuni fəaliyyət göstərən qurumlar var. Yeni qanun deyir ki, mediada dövlət nəzarətində olan belə informasiya vasitələri, mediada dövlət quruluşu barəsində hər hansı bir məlumat yayılırsa, o zaman dövlət quruluşunun fəaliyyəti nəzarətə götürülür. Bu bir. 2. Fiziki və hüquqi şəxslərin şikayəti olarsa, dərhal nəzarətə götürülür. Üçüncü bir hal, etik məsələlər üzrə müvəkkil. Həmin müvəkkilin şikayəti olarsa, bu zaman yenə dövlət quruluşunun fəaliyyəti nəzarətə götürülür. Beləliklə, hər 3 hal dövlət quruluşunun fəaliyyəti nəzarətə götürülməsi üçün əsas hesab olunmaqdadır. Və bunu unutmayın. Bu, ümumi bizim etik davranış qaydaları haqqında qanun. Bura bir xətt qoyub, keçək ikinci qanun.
İkinci qanunumuz gelir vətəndaşların müraciəti haqqında qanun. Bax, buna deyək vətəndaş müraciəti. Vətəndaş müraciəti. Çox vacib qanundur. Belə vacib qanundur ki, əslində istər bu qanun, istər bu qanun, istər digər qanunlar orta məktəblərdən həqiqətən tədris olunmalı olan qanunlardır. Orta məktəbdə o gizgicə fəndlərlə uşaqları bezdirməkdənsə, uşaqları gələcəyə formalaşdırıb, normal bir vətəndaş cəmiyyəti formalaşdırmaq üçün uşaqlara həqiqətən qanunverici fəndin bir fən kimi keçirilməsinin zərurəti vardır ki, uşaqlar daha öncədən bilsinlər belə bir prosesləri. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi və 94-cü maddəsinin ikinci hissəsində göstərilir ki, hər kəsin dövlət orqanlarına, idarə, təşkilat və müəssisələrə müraciət etməsi, hər hansı bir məsələ ilə bağlı məlumat alması hüququ vardır. Təbii ki, biz vətəndaş olaraq necə müraciət edə bilərik? Şəxsən və ya nümayəndə vasitəsilə bunu edə bilərik. Yazılı və ya şifahi formada edə bilərik. Tək başına və ya başqaları ilə birlikdə edə bilərik ki, bütün bunun hamısı müraciət adlanır. Bəs müraciətin hansı növləri vardır? Belə deyək, müraciətin 3 əsas növü üzərində deyək ki, təbii ki, ən gözəl müraciət forması təklifdir. Təklif. Təklif dövlət orqanlarının işini yaxşılaşdırması üçün normativ hüquqi aktların, yəni qanunların təkmilləşdirilməsi ilə bağlı edilən müraciət formasına təklif deyilir. Yəni, təklif edirik ki, bu yolu çəkib, asfaltı çəkib, sonra oranı qazıb, bu boruları çəkməkdənsə, ay başı batmış icra qurumları, öncə bu zibilləri çəkin qurub, sonra bunu asfaltlayıb, yolu deşik-deşik eləyin. Ona görə də elə bizim gözümüz görəndə bu şəhərdə həmişə yol çəkilir, qazılır, xətt çəkilir, yol çəkilir və heç vaxt nizamlanmır. Yəni, bir yeri vahid tutarıb ayrı bir əraziyə keçə bilmirlər. Eyni yerdə qazırlar, qurdeşənə kimi. Ona görə də bizim şəhərlərimizin, rayonlarımızın problemi qutarır. Təklif nədir? Prosesi belə eləsəniz daha yaxşı olar demək. İkinci ərizə. Ərizə nədir? Vətəndaşların hüquq və azadlıqlarını həyata keçirməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət. Yazıb sizdən xahiş edirlər ki, deyək ki, övladının işlə təmin olunmasına köməklik eləsiniz. Yazıb sizdən xahiş edirlər filan ki, belə eləyəsiniz. Bu ərizədir. Vətəndaş hüququnu həyata keçirməsi ilə bağlıdır. Bir də var, şikayət. Artıq şikayətdə mahiyyət dəyişir. Pozulmuş hüquqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət formasıdır. Sənin hüquqların hansısa qurum tərəfindən pozulur və ya vəzifəli şəxs tərəfindən pozulursa, bunun bərpa və müdafiə olması ilə bağlı müraciət edirsənsə, bu adlanır şikayət forması. Və bunun mahiyyətinə gəlir. Varın müraciətə baxan subyekt, yoldaşlar, vətəndaşların müraciətini qəbul edərək, onu cavablandırmaq hüququna malik olan subyekt həmin orqandır. Onun səlahiyyətli şəxsi isə onun vəzifəli şəxsi hesab olunur. Var müraciətin iki forması, yazılı və şifahi. Təbii ki, yazılı müraciət elektron qaydada da ola bilər, kağız üzərində də ola bilər. Elektron qaydada müraciət olunursa, elektron qaydada cavab verilir. Yazılı kağızla müraciət olunursa, kağızla da cavab verilir. Bir də var şifahi müraciət ki, canlı yayında müraciətə baxan subyektin səlahiyyətli şəxsinə edilən müraciətə canlı müraciət deyilir və canlı şəkildə də cavablanır. Təbii ki, canlı yayındakı nümayəndənin verilən suala daha dürüst və dəqiq cavab vermək imkanı yoxdursa, o zaman onun müraciət edən şəxsin ünvanı alınır. Müraciət hər tərəfli araşdırıldıqdan sonra müvafiq ünvana yazılı olaraq bu göndərilir. Çünki heç də canlı yayında olan bütün səlahiyyətli şəxslərin bütün suallara cavab vermək qabiliyyəti yoxdur. Çünki elə bir informasiya heç də hamıda ola bilməz. Sonra var kollektiv müraciət. Təbii ki, eyni məsələ ilə bağlı 2 və daha çox şəxs müraciət edirsə, buna kollektiv müraciət deyilir. Maraqlı cəhət nədir? Tutalım, 20 nəfər eyni məsələ ilə bağlı müraciət edirsə, 20 nəfərdən birinə cavab verilməsi kollektiv müraciətin baxılması hesab olunur. Bir nəfərə cavab verildi, bəs eləyir. Yəni, orqanın, o müraciətə baxan subyektin vəzifəsi deyil ki, 20 müraciətin 20-sinə də, 20 nəfərinə də cavab versin. Sonra var təkrar müraciət. Təkrar müraciət nədir? Vətəndaş müraciət edir, bu müraciətə baxılır, vətəndaş və ya baxılmır. Hər iki hal olabilir.
Baxılır, vətəndaş bundan narazıdır, yenidən eyni məsələ ilə bağlı müraciət edirsə və ya baxılmır, vətəndaş narazıdır, yenidən eyni məsələ ilə bağlı müraciət edirsə, buna deyirlər təkrar müraciət forması. Bir də anonim müraciət var. Anonim müraciətlərlə bağlı məsələ nədir, yoldaşlar? Anonim müraciətlər təbii ki, belə deyək, vətəndaş müraciət edir və müraciət edən şəxsin adı, soyadı, ata və digər bilgiləri yoxdursa, buna deyirik anonim müraciət və anonim müraciətlər nə orqanlarda baxılır, nə də cavab verilir. Ümumi qısaca deyəcəm sizə, bu materialları oxuyanda özünüz biləsiniz. Azərbaycan Respublikası vətəndaşların ümumiyyətlə müraciətlərinə normalda 15 iş günü ərzində baxılır. Əgər 15 iş günü ərzində baxmaq mümkün deyilsə, müvafiq dövlət orqanının rəhbərinin qərarı ilə ən gecə 30 iş günü ərzində baxılır. Bu müddət ərzində araşdırmaq mümkün deyilsə, məsələ ilə bağlı sorğu verilirsə, o sorğunu 30 iş günü uzatmaq hüququ vardır orqanın rəhbərinin. Beləliklə, 60 iş günü ərzində müvafiq məsələyə baxılacaq. Bu adi vətəndaş müraciəti. Amma korrupsiya ilə bağlı müraciətdirsə, normalda yadda saxlayaq ki, normal vəziyyətdə 20 iş günü ərzində korrupsiya ilə bağlı müraciətə baxılır. Orqan rəhbərinin qərarı ilə bununla bağlı heyət hazırlanır. Həmin heyət məsələni araşdırıb, bu barədə təbii ki, qarşı tərəfi məlumatlandırır. 20 iş günü ərzində cavablandırmaq mümkün deyilsə, o zaman 10 iş günü də orqan rəhbərinin qərarı ilə müraciətin baxılmasını uzatmaq hüququna malikdirlər. Bu adlandı ümumi vətəndaş müraciətlərində korrupsiya ilə bağlı proses. Hansı halda vətəndaşın müraciəti baxılmış hesab olunur? Bir dəfəlik yadda saxlayaq ki, vətəndaşa əsaslandırılmış cavab verilirsə, bu müraciət baxılmış hesab olunur. Nöqtə. Bəs hansı halda vətəndaşın müraciəti baxılmamış saxlanılır? Bununla bağlı proseslər belədir. 1. Vətəndaşın müraciət etdiyi məsələ ilə bağlı məhkəmə qərarı varsa, artıq o məsələyə baxılacaq. Çünki niyə məhkəmə qərarı var? Hansısa qurum məhkəmədən üstün qərar verə bilməz. İkinci hal, vətəndaşın müraciətinə 1 il ərzində 3 dəfə əsaslandırılmış cavab verilir. Vətəndaş 4-cü dəfə yeni bir faktlar olmadan yenə eyni məsələ ilə bağlı müraciət edirsə, baxılmamış saxlanılır. Üçüncü hal, vətəndaş müraciətində özü bunun baxılmamasını xahiş edirsə, yenə də baxılmamış saxlanılır. Dördüncü hal, belə deyək, qanunvericilikdə müəyyən olmuş müddətdən artıq vaxt tələb edirsə bunun araşdırılması, o zaman yenidən baxılır. Beşinci hal, məsələ ilə bağlı təbii ki, dövlət sirri təşkil edən məlumatlar var və belə məlumatların açılması həqiqətən xələl gətirə bilər dövlətin maraqlarına, o zaman yenə baxılmamış saxlanılır. Yəni, bütün bunlar vətəndaş müraciət baxılmaması ilə bağlı əsasdır. Ümumiyyətlə, bu qanun, qısaca deyək, Azərbaycan Respublikasının konstitusiya, qanunlar, tərəfdar çıxdığımız beynəlxalq müqavilələr, o cümlədən bu qanun və digər normativ aktlarla tənzimlənən bütün müraciətlərə şamil olunur. Amma şamil olunur nəyə? Vətəndaşın istintaq icraatı ilə bağlı sorğusuna bu qanunla baxılır. Bu istintaq icraatı haqqında qanunvericilikdir, çünki məhkəməyə hazırlıq prosesi gedir. Belə bir şeyi açıqlaya bilməz müvafiq istintaq orqanı. İkinci bir hal, hərbi qulluqçuların öz hərbi rəislərinə etdiyi müraciətə bu qanunla baxılmayacaq. Niyə? Çünki silahlı qüvvələrin hərbi xidmət nizamnaməsi var. Onların daxili xidmət nizamnaməsinə uyğun olaraq baxılan bir məsələdir. Buna vətəndaş müraciətindən baxılmır. Üçüncü bir hal, məişət zorakılığı baş verirsə, məişət zorakılığı ilə bağlı proseslərə orada çaşdırmaq üçün yazılır ki, məişət zorakılığı haqqında qanunla baxılır. Tamamilə yanlışdır. Məişət zorakılığı haqqında qanun yox. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyə uyğun olaraq bu məsələyə baxılacaqdır. Sonra getdik 4-cü hal. Vətəndaş hansısa müraciətində dövlət sirri təşkil edən məlumatlarla maraqlanırsa, təbii ki, bu qanunla baxılmayacaq, dövlət sirri haqqında qanun var, ona uyğun baxılacaq. Sonra vətəndaşların Azərbaycan Respublikasının konstitusiyasına uyğun olaraq təşəbbüs hüququ var, qanunvericilik təşəbbüsü hüququ. Həmin qanunvericilik təşəbbüsü hüququndan irəli gələrək nə isə sorğu verirsə, yenə də buna baxılır. Çünki qanunvericilik təşəbbüsü hüququ ilə bağlı tənzimləmələr var, o qanuna uyğun olaraq baxılacaqdır. Ümumi götürdükdə, bir də seçkiləri unutmayaq. Vətəndaş seçkilərlə bağlı müraciət edirsə, yenə də baxılmayacaq. Niyə? Çünki Azərbaycan Respublikasının seçki məcəlləsi var. Həmin seçki məcəlləsinə uyğun olaraq da məsələyə baxılacaqdır. Beləliklə, bu qanun müddəalarını əsas gətirərək deyə bilərik ki, hər bir dövlət orqanının rəhbərliyi bir ayda bir dəfədən az olmayaraq vətəndaşların müraciətini qəbul etmək üçün o vətəndaş qəbulu günü həyata keçirməlidir. Minimum bir dəfə. Təbii ki, öncədən qeydiyyata alınan şəxslər qanunla müddət ərzində əvəzdən elan olmuş
müddət ərzində neynirlər? Bu görüşə çağırırlar. Qeydiyyat nəzarət vərəqəsində qeydiyyata alınır və görüşə dəvət olunurlar. Vətəndaşın müraciətinə görə vətəndaş təqib oluna bilməz. Vətəndaş müraciətinə görə vətəndaş təhqir oluna bilməz ümumiyyətlə. Amma vətəndaş təbii ki, müraciəti ilə bağlı vətəndaşın da öhdəliyi var. Nədir? Müraciət aydın yazılmalıdır. Şər və böhtan olmamalıdır. Təbii ki, belə bir hal şərə böhtana yol verən şəxslər qanunla müəyyən olunmuş məsuliyyət daşıyır. Həmin müvafiq müraciətə baxan qurumun da vəzifəsi nədir? Müraciəti vaxtında baxılmasını təmin eləsin, obyektiv baxılmasını təmin eləsin, müraciətin hərtərəfli araşdırılmasını təmin eləsin ki, bu da müraciətə baxan subyektin, belə deyil, nədir? Vəzifəsidir. Ümumi Azərbaycan Respublikasında vətəndaş müraciətlərinin pozulmasına görə belə deyək, qanunvericiliklə müəyyən olunan məsələlər var. Bu məsələlər intisamada gedir, bu məsələlər inzibatiyə də gedir, mülki hüquqa da gedir, cinayətə də gedir. Əsas məsələ odur ki, sənin belə deyək, pozduğun qanunvericilik aktı dövlətin təhlükəsizliyinə, yoldaşlar, xələl gətirməsin. Belə olursa, təbii ki, qanunla müəyyən olunmuş məsuliyyət yaradacaqdır. Ümumi qısaca belə. Bir də vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyi ilə bağlı Azərbaycan Respublikasının baş prokuroruna hər kəsin müraciət etmə hüququ vardır. Azərbaycan Respublikasının baş prokurorluğu da sırf olaraq prokurorluq haqqında Azərbaycan Respublikasının qanunu və vətəndaş müraciəti haqqında qanun tələblərinə uyğun olaraq vətəndaşa cavab verməlidir. Əgər Azərbaycan Respublikasında hər hansı bir dövlət qurumu vətəndaş müraciətini cavabsız saxlayırsa, 5 iş günü ərzində mütləq şəkildə vətəndaşa cavab verməlidir. Və Azərbaycan Respublikasının prokuroruna gəldikdə isə, Azərbaycan Respublikasının prokuroru 6 ayda bir dəfədən az olmayaraq, hər 6 aydan bir Azərbaycan Respublikasının prezidentini bu barədə, müraciətlər barəsində məlumatlandırmalıdır. Ümumi götürdükdə, Azərbaycan Respublikası arasında təbii ki, hər bir qurumun rəhbəri öz tabirində olan, belə deyil, qurumda vətəndaş müraciətlərinin cavablandırılması və həyata keçirilməsi ilə bağlı məsələni nəzarətində saxlamalıdır. Amma götürülükdə Respublika səviyyəsində isə bu prosesə ümumi nəzarəti həyata keçirir Azərbaycan Respublikası prezidenti yanında vətəndaş məsələləri ilə bağlı şöbə. Həmin şöbənin vəzifəsidir ki, sırf olaraq Respublikada bütün müraciətlərlə bağlı orqanlardan sorğuları alır, nə qədər müraciət olunub, nə qədərinə baxılıb, nə qədər baxılmaqdadır, nə qədər baxılmamış saxlanılmışdır. Bunun statistikası vardır. Ümumi bugün tanışlıq xarakteri olaraq mən sizə 2 qanunu dedim. Artıq bizim 49 qanundan demək olar ki, ikisi getdi. Və bu qanunun həm dərsliyini və hər dəfə dərsdən sonra o qanuna dair, hər günə dair minimum 50-50 sizə suallara atacağım. 49 qanun hamısının qanunu və testləri olacaqdır və onun incə məqamlarını mən dərsdə izah edəcəm. Çünki mənim üzərimə düşən vəzifə qanunvericinin xırda məqamlarını, incə məqamlarını və testlərdə hansı ki, Dövlət İmtahan Mərkəzi və digər qurumların keçirdiyi imtahanlarda o sualların motivi var. Həmin motivlərə sizin diqqətinizi yönəltmək və diqqətinizi möhkəmləndirməkdir ki, mən hesab edirəm ki, bu sahədə heç bir problem olmayacaq. Buna mən başından cavab deyəm. Əgər mənim verdiyim materialı sözün həqiqi mənasında mütaliə edib, verilən tapşırıqları yerinə yetirsəniz, mən tam əminliklə deyirəm ki, rahat şəkildə o 120 sualdan öz adıma deyirəm ki, 85-ini rahatçılıqla keçəcəksiniz. Təbii ki, nə qədər çox yazsanız, nə qədər test mərhələsində yüksək balı yığsanız, bir o qədər sizin daha fərqli şəkildə belə deyək, ön planda olmağınıza səbəb ola bilər. İlkin qaydada qanunlarla bağlı bu qədər. Və sualım budur. Bu 2 qanunla bağlı sizin hər hansı bir sualınız var. Sərbəst şəkildə rahat suallarınızı ünvanlaya bilərsiniz. Hə. Okey. Yoxdursa, o zaman belə deyək. Keçək onda, onsuz da tanışlıq dərsidir. Hələ siz sualları, hələ birinci məsələ nədir? Sizin hələ özünüzü kökləməyiniz, öz məqsədinizi dartmağınız məsələsi var. Çünki mütləq şəkildə qərar qəbul edərkən insan zehniyyəti biraz dartılmalıdır. Nə qədər çox dartılsan, bir o qədər uzağa gedər deyirlər. Ona görə hələ sizin qərar vermə mərhələniz var. Sonra materialları mütaliə eləmək və bununla bağlı sual vermə mərhələniz vardır ki, inşallah orası artıq hər bir bəndənin özünün sesidir. Yaradan Allah hər kəsə istiqamət verir.
Kim hesab edirsə ki, Allah ona şans vermədi, Allah ona istiqamət vermədi, o yanılır. Yəni bilin ki, yaradan Allah hər birimizə bu şansı verir, hər birimizə bu seçimləri verir. Sadəcə biz bəndə olaraq nə qədər bundan istifadə etməyimizin məsələsi var. Həyatınızda çalışın ki, məndən sizə bir böyük qardaş tövsiyəsi o olsun ki, mənim indi biraz yaşım böyükdür, ona görə böyük qardaş deyirəm. Bir qardaş, müəllim məsləhət olsun ki, elə bir həyat yaşayın ki, elə seçimlər edin ki, bu seçimlərdə kaşkiyə yer verməyin. Bilirsiniz o kaşkilərin necə böyük böhranlı bir şey. Kaş ki mən ora imtahan verərdim. Kaş ki mən bu şansdan istifadə edərdim. Bəlkə də mən 2 il əvvəl, 3 il əvvəl, 5 il əvvəl, 10 il əvvəl bu şansdan istifadə eləsəydim, indi fərqli şəkildə olmuşdu deyə insanların bir zaman sonra özünə verdiyi suallar olur. Və bu insanın keçmişinə baxarkən orada kaşkiləri çox görürsə, o demək ki, insan keçmişindən narazıdır. Buna deyilir insanın keçmişindən narazı qalması, keçmişindən küskün qalması. Ən böyük problem də insanın müəyyən bir zamandan sonra, müəyyən bir yaşa gəldikdən sonra keçmişi ilə bağlı küskünlüyüdür. O zaman insan xoşbəxt ola bilmir. Bax, bunu mən sizə tam şəkildə deyim. Ona görə də həyatda şanslar verilirsə, bu şansları sınamaq lazımdır. Tutalım, sınadıq. İndi kimdəsə alındı, səndə tutalım alınmadı. Və 10 il sonra sən özünüzlə oturub keçmişi təhlil edən zaman bir şeyin şahidi olursan, deyirsən ki, mən həqiqətən cəhd elədim, tutalım, amma məndə alınmadı. Neyini mən cəhd elədim də. Yəni, bu zaman artıq keçmişlə bağlı küskünlük yaranmır. Küskünlük yaranmırsa, deməli, qaldığın yerdən davam edə bilirsən. Çünki bir daha deyirəm, psixologiyada ən dərin böhran insanın keçmişindən küskün olmasıdır. Ona görə də əlinizə düşən fürsətləri maksud şəkildə yararlanın. İstifadə eləyin və görəsiniz ki, mütləq şəkildə uğur qazanmaq mümkündür. Yəni, yaradan Allah insanın zəhmətinə uyğun olaraq onun bəhrəsini mütləq verəcəkdir. Mütləq. Yəni, mən az çalışdım, getdim 650 balın, yuqa girdim o. Kim çox çalışıb, o daha çox bəhrəsini görür. Bu, real qanun. Bunu dəyişmək mümkün deyil. Yəni, bu belədir həyatda. Mənim gördüyüm, tanıdığım, bildiyim dünya belədir. %1, mində bir hallarda nəsə alınır. Amma sən gedib suya qarmağı atmasan, balıq tuta bilərsən, balıq özü sudan çıxıb gəlib deməyəcək ki, məni tut. Gərək cəhd eləyəsən ki, nəticəsi olsun. Təbii ki, o da hər balığı qarmaq atın dərhal tutmur. 10 dəfə atırsan, ikisində tutursan. 10 dəfə atırsan, birində tutursan. Amma ən azından cəhd eləyirsən. Cəhd etmədən heç nə olur. Nəysə, sizi çox yormayayım, keçim məsələnin dünya görüşü hissəsinə. Yoldaşlar, dünya görüşü hissəsi təbii ki, adından gördüyümüz kimi dünya görüşü. Bunun kökü tarixdən keçir. Biz istəsək də, istəməsək də tarixsiz dünya görüşü olamaz. Təbii ki, dünya görüşünün içində tarix var, dünya görüşünün içində sosiologiya var, dünya görüşünün içində coğrafiya var, ətraf mühit, aləm, dünya görüşünün içində ədəbiyyat var, memarlıq var, musiqi var, həyatımızın hər bir sahəsi, siyasət var, hər şey, bunlar hamısı ümumi vəhdət halına gələndə adlanır dünya görüşü. Deyirlər, Frankes dünya görüşlü adamdır. Niyə? Çünki hansı sahədən sual verirsən, o sahədən məlumatlıdır. Deməli, nədir? Dünya görüşü genişdir. Bax, bizim dünya görüşü mövzumuzun da əhatə dairəsi və əhatə etdiyi mövzular belə geniş səpkil edir. Axırıncı müsabiqədə iştirak edən namizədlərimizdən, sırf tələbələrindən tam 19 nəfər tələbə dünya görüşünü 100-100 yapmışlar. 100-100. Yəni, verilən bütün suallar hamısı düzüydü. Bu nəyin nəticəsidir? Onların oxumağının və mübarizəsinin nəticəsidir ki, halal qoşlar olsun. Yəni, sizə imtihanda düşə biləcək nə sual varsa, onun nöqtəsinə nöqtə mən izah edəcəm. Yəni, elə bir sual orada olmayacaqdır ki, dünya görüşündən açdığımız o 20 sualın içində baxarsınız, ayda məndə bunu izah eləməmişdik. Elə bir tema ola bilməz. Yəni, normalda ola bilməz. Çünki %99 mən hamısını izah edirəm. İndi nə dərəcəsini yadda saxlayasan, nə dərəcəsini öyrənərsən, o ayrı məsələ. Təbii ki, canlı dərslərdən qulaq asıraq öyrənən namizədlər var. Verilən materialı mütaliə edərək öyrənən namizədlər var ki, onlar indi hərəsinin özünə görə performansı olur. Amma mən, yəni vicdanımla bütün materialı sizə şərh edəcəm. İndi nə qədər də öyrənəcəyinizsə özünüzdən asılı. Təbii ki, hər dəfə testlər eləyəcəyik. Allah qismət eləsə,
imtahan qabağı mən onsuz da Bakıda burada kursayam. Maşallah məndə auditoriyalar burada var ki, auditoriyaya 68 nəfər tələbə eyni vaxtda sığışır. Lap lazım gələrsə həftə sonlarında, 6 bazar günlərində əyani dərslər təşkil edərik. Hamımız müəyyən bir saatı müəyyənləşdirərik, müxatib günümüzə salarıq və həmin gündə rahat bir 3 saat, 4 saat gəlib yığışarıq, bir yerdə mütaliə edərik, sınaq imtahanı keçirərik, qarşılıqlı fikir mübadiləsi apararıq. Yəni bu imkanlar var əlimizdə. O cümlədən də kimlər ki, regionlardan qoşulur, əyani gələ bilməyəcək, onları da canlı dərsə qoşarıq. Əsas məsələ odur ki, öyrənək, uğurlu nəticə göstərək. Başlayaq dünya görüşü prosesinə. Dünya görüşü prosesi dedik ki, tarix. Əvvəla tarix fənni nəyə öyrənir? Qısaca, çünki vəzifəmdir ki, bu fənnin adını çəkirəmsə, onun mahiyyətini deyil. Keçmiş dövrdə hansı hadisələrin baş verdiyi, insanların həyatında, yəni hansı hadisələrin baş verdiyi, onların həyatını necə və nə üçün dəyişib, müasir şəkillər düşdüyünü öyrənən elmə tarix deyilir. Görürsünüz nə dedim? Hansı hadisələr baş verir? Okey, plan ildə filan hadisə baş verib. Necə və nə üçün baş verdiyini və nəticəsinin nə olduğu məsələdir. Yəni, tarix təkcə bizə rəqəmlər demək deyil. Tarix baş verən hadisələrin mahiyyətini dərk etməliyizdir ki, bundan nəticə götürürüksə, biz tarixdən nəticə götürürük. Bundan nəticə götürmürüksə, biz sadəcə statistika ilə məşğul olacaq. Hansı ki, orta məktəblərdə bizə ancaq statistika tarixini öyrətdiklərinə görə əksər namizədlər, əksər tələbələrin tarixdən zəyləsi gedir. Amma tarix o deyil. Tarixin mahiyyəti hadisə və mahiyyətidir. Deyirlər bir nə deyir, kimdən öyrənmirsən bunu? Deyir, gözü çıxmış qardaşından. Deməli, qardaşının başına gəlib, indi o təkrarlamaq istəmir. Bax, tarix budur. Tarixdə başımıza gələnlərdən biz dərs götürə biliriksə, o zaman bizdə belə deyək, bizə faydası olur. Baxın, elementar misal deyim sizə. Bax, 1720-ci il Azərbaycan torpaqları kimin hücumuna məruz qalır? Birinci Piotr. Baxırıq ki, Piotr nə edir? 20-22-ci illərdə Azərbaycana torpaq hücum edir, həm qurudan, həm Xəzər dənizindən hücum edərək Bakını mühasirəyə alırlar və General Makyuskin vasitəsilə Bakı tutulur. Söhbət 18-ci əsrin 20-ci illəridir, yoldaşlar. Birinci rübü. Gəlin prosesə biraz sonra baxaq. 1801-1828 Çar 1-ci Aleksandrın dövrü. 19-cu əsrin 1-ci rübü. Yəni, kimdir? Çar Aleksandr. Azərbaycan kimin hücumuna məruz qalır? Yenə Rusiyanın hücumuna məruz qalır. Demədi ki, İranın hücumuna məruz qalır. Rusiyanın hücumuna məruz qalır. Və Azərbaycan torpaqlarını Rusiya parçalayaraq bölüşdürür. Aha, bundan keçirik biraz sonra. 1920-ci il. Baxırıq ki, nə olur? Rusiya hücum edir, Azərbaycan Xalq Cumhuriyyətini nə edir? Devirir aprel ayında və Azərbaycanı işğal edərək SSR edir. Üstündən biraz keçdik. Baxın, nə olur? 2020-ci ildə Rusiya bu dəfə nə edir? Özünə sülh göyərçinin qanadını taxır, adını qoyur sülh məramlı. Bu dəfə yenə gəlir Azərbaycana. Sadəcə bəxtimiz onda çaldı ki, Ukrayna münaqişəsi oldu. Ukrayna münaqişəsi bizim qanımıza girdi belə yoldaşlar. Əgər Ukrayna müharibəsi olmasaydı, kimsə düşünürsə ki, Rusiya buradan könüllü çıxacaqdı 5 ildən sonra, o insanın deməli tarixdən və ümumiyyətlə ətraf aləmdən, dünyadan xəbəri yoxdur ki, Rusun bu torpaqlardan sadəcə 5 ildən sonra çıxacağına inanırdı. Həyat belə gətirir. Baxın, 1720, 1820, 1920, 2020, 400 illik bir dönəmdə, 4 dəfə, ümumi 300 illik balansda Rusiya Azərbaycanı işğal edir və bu torpaqlara öz qoşunlarını yeridir. Görəsən bizə tarix ayrı necə izah eləməlidir ki, bizim düşmənimiz kimdir? Yəni, tarix oradan dilini açıb bu qəbirdəkilər Məmməd Əmin Rəsulada dirilib deməlidir ki, ay belə qoruyucudur. Yəni, bizim bir nömrəli düşmənimiz var. Bizim xoşumuza gəlsə də, gəlməsə də, Azərbaycan türkünün ən qəddar düşməni Rusiyadır. Bunu qəti şəkildə bilmək lazım. Bax, bu bizə tarixin dərsidir. Yoldaşlar, belə pis çıxmasın. 1905-7-ci ildə Zəngəzur Dərələyək malında soyqırımı törədən kim idi? Dinc əhaliyə qarşı Rusların dəstəklədiyi Erməni-Rus birləşmələri. 1918-ci il mart soyqırımını törədən kim idi? Bakıda, 12.000 Bakıda, 6.000 Qubada Hamazaz.
Şamaxıda Lalayan 8.000, Zəngəzurda 16.000, Səlyanda 2.000, ümumi 60.000 Azərbaycanı qətrə yedirlər mart soyqırımında. Bunu kim eləyir? Bunu Rusiya eləyir da. Bunu yəni İran eləmir ki, başlar eləmir. Tam səmimi deyək. Düşmənimizi müəyyənləşdirmək üçün. Və yaxud da 1937-ci il Azərbaycan ziyalılarını repressiyada güllələtdirən Rus idi da. 1947-48-ci ildə Qərbi Azərbaycandan Azərbaycanları deportasiya edib Aran bölgəsinə sürgün edən Rus idi da. 1947-ci ildə Dünya müharibəsindən sonra, İkinci Dünya müharibəsindən sonra Azərbaycanları Mərkəzi Asiyaya sürgün etdirmək istəyən Stalin rəhbərlik edən Rusiya idi da. 88-ci ildə başlayan hadisələri törədənlər kim idi? Ruslar idi da. 20 yanvarda Bakıda günün günü belə də gecə gündüz dinc əhalinin üstə, əli silahsız əhalinin üstə tankı sürən kim idi? Rus idi da, İran deyildi ki. Və yaxud da 92-ci ildə Xocalı soyqırımını törədən kim idi? Rusun dəstəklədiyi 305-ci motaksız tağımla birlikdə Rusiya idi da. Və ermənini bu 30 ildə əvəzsiz silahlandıraraq Azərbaycana qarşı Qarabağ kartından istifadə edən kim idi? Rus idi da. Yəni proses, tarix bizə ağzını açıb qışqıra-qışqıra deyir ki, ay millət uyanın. Sizin düşməniniz Rusdur. Bu məhəbbət bəslədiyiniz, öz dilinizi kənara qoyub, onun dilini yaltaqcasını öyrəndiyiniz Rusiyadır sizin düşməniniz. Bunu bizə tarix deyir. Bakıda 44 günlük Vətən müharibəsi abidəsinin açılışı var. Park var. Gəlin o parka baxaq. Təpəsindən, girişindən çıxsan, hamısı Rusiyanın texnikasıdır. Ortada bir dənə İran gülləsinin girizi var mı? Təqdim eləyəsi yox. Bəs nə olur? Azərbaycan mətbuatı bilirik ki, kimin təsiri altındadır? İsrail lobbisinin təsiri altında fəaliyyət göstərən Azərbaycan mətbuatı bizə nəyi təqdim edir? İran düşməndir. Ha, İran niyə düşməndir? Fars ola bilsin, Türkü gözü götürmür. Amma 40 milyon soydaşımızın yaşadığı ölkədir. Əgər İran bu qədər düşməndirsə, onda 40 milyon olmaz da vətəndaşımız, olardı 10 milyon, 5 milyon. Bizlə eyni dildə danışan toplum soydaşlarımızın bombalanırsa, başından bomba tökülürsə və bunu şeytanlar birləşib eləyirsə, buna dəstəkləyici bir, belə deyək, halaldır şeyi yazmaq, statı yazmaq, bu heç də düzgün anlayış deyil. Tarixi normal bilmək lazımdır. Əgər Azərbaycan Respublikasının vətəndaşısansa və Azərbaycan Respublikasına hörmətin varsa və ya özünün öz tarix və milli kimliyi və hörmətin varsa, ən azından hansı peşəni bilməyindən asılı olmayaraq, tarixivə hörmətlə yanaşmalısan. Bu ana qanun. Bu bizim boynumuzun borcudur. Hər bir vətəndaşımız hansı peşədən asılı olmayaraq, ən azı milli kimliyimizi bilməliyik. Haradan gəlmişik, nə yaşayırıq və hara doğru gedirik. Ona görə də mənim sizə tövsiyəm odur ki, ola bilsin ki, oxumaya bilərsiniz. Ola bilsin ki, həqiqətən vaxtınız çoxdur, işin əlindən siz materialları oxuya bilirsiniz. Amma ən azından mən sizə Azərbaycan tarixinin qısa konspektini ən qədim dövrdən bugünkü günə qədər 2026-cı ilin aprel ayına qədər mən sizə təxminən 4 dərsə, 5 dərsə tam izah eləyəcəm. 4-5 dərsə bütün Azərbaycan tarixini biz bitirəcəyik Allahın izni ilə. Elə mənim dediklərimizə yadda saxlayın, o sizə belə yox, Allahın izni ilə belə bəsdir. Bunu mən sizə tam səmimiyyətlə deyirəm. Başlayaq nədən? Bax, sualın biri belədir. İnsanlıq tarixində yeganə sinifsiz cəmiyyət nədir? Sual düşsə, bunun cavabı ibtidai icmadır. Sinifsiz yeganə cəmiyyətdir. Bəşəriyyət tarixində ən uzun dövr davam etmiş formasiya nədir? İbtidai icma formasiyası. Bəşəriyyət tarixinin ilk insan tipi bacarıqlı insan. Nəyə görə? Silah-sursat, alət düzəltdiyinə görə. Bəs ən uzun müddətdə mövcud olmuş insan tipi yenə bacarıqlı insan deyilir. Və yaxşı, bunun ikinci adı neydi? Homo habilis. Daha sonra, ondan sonra yaranan Neandertal insan. Ondan sonra yaranan ağıllı insan, Homo sapiens. Bax, bunu da unutmayaq. Bax, belə bir ən qədimindən başlayıram. Yaxşı, yaxşı. Azərbaycan ərazisində birinci, ümumiyyətlə SSR-də birinci,
və ümumi bəşəriyyət tarixində isə bəzən 4-cü, bəzən 5-ci tapıntı hesab olunan abidə hansıdır? Azıq mağarası. Bu Azıq mağarası ki, 1960-cı ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının alimi Məmmədəli Hüseynov tərəfindən tapılmışdır və 68-ci ilə qədər araşdırma zamanı oradan 18 yaşlı bir xanıma məxsus at sənə sümüyünün tapıldığı qeyd olunur. Təbii ki, Azıq mağarası 4-cü, 5-ci qatları ocaq izlərinin olması onu göstərir ki, bizim ulu əcdadlarımız artıq hətta o dövrdə belə ocaqdan istifadə etmə texnologiyasının bütün cəhətlərinə bələd olmuşlar. SSR-nin ən böyük növbəti tapıntısı Azərbaycan tarixinin isə əvəz olunma tapıntılarından biri Qobustan abidələri. Bax, sual düşsə ki, Azərbaycanda və ya SSR məkanında, SNG-də mezolit dövrünü öyrənməyə imkan verən abidə gedir Qobustan abidələri. Onu tədqiq edən isə Norveç alimi Thor Heyerdaldır. Thor Heyerdal. Dünya görüşü olaraq bunu yadda saxlayın. Norveç alimi onu tədqiq eləmişdir. Təəssüflər olsun ki, biz etməmişik. Sonra, qədim dövlətlərimizdən biri olan, belə deyək, Manna dövrü. Manna dövlətinin ərazisində çoxlu tapıntılar tapılmışdır. Burada Ziviyədə Cübisini deyirik və s. tapıntılar, Həsənli Qızılcamı. Bax, Manna dövrü tapıntılarımızı tədqiq edən əcnəbi ABŞ alimi Robert Dyson olmuşdur. Bax, bunu da yadda saxlayın. Robert Dyson 1966-cı ildə Cənubi Azərbaycan arasında Təbriz yaxında aparan araşdırmada Manna dövrünə dair qalıqları tapmışdır ki, bu da bizim keçmiş tariximiz üçün çox əvəz edilməz bir tapıntı hesab olunur. Sonra, insanın metalla ilk tanış olduğu dövr deyiləndə isə, təbii ki, biz prosesə deyəcəyik nə? Enolit dövrünü deyəcəyik. Mən buranı icazənizlə pozum, qısaca bir-iki qeydlər eləyəcəm, amma sizə tam lövhədə yazılmış versiyanı Allah qoysa göndərəcəm sizə dərsən. Deməli, yoldaşlar, Azərbaycan tarixində mövcud olan dövlətlərlə bağlı qısaca gedirəm. Ümumiyyətlə, yadda saxlayın ki, bəşəriyyət tarixində ən çox dövlət yaradan toplum türk toplumudur. Deyir, bəzən 3-5 türk harada cəmləşirsə, əmin ol ki, onlar dövlət yaradacaqdır. Belə bir deyim var tarixdə. Tarixdə 127 türk dövlət qurumu yaranmışdır. Türk dövlət və dövlət qurumu. Və harada dağılıb, orada yerindən yaranır. Harada məhv olub, orada yerindən yaranır. Bunun səbəbi nədir? Sualı nədir? Yoldaşlar, ümumiyyətlə deyirəm. İki adamın yanında söhbət edəndə yadda saxlayın. Türklərin belə çox dövlət yaratmaqda səbəbi odur ki, Türk dövlət qurumlarının idarəçiliyi şəxsiyyətə əsaslanır. Sistemə yox. Bütün Türk dövlət qurumları Osmanlı imperiyasını çıxır qırağa. Çünki Osmanlının qanı qarışmışdı. Orada əcnəbi qanı var idi. Ona görə onu qırağa qoysaq. Yerdə qalan bütün Türk dövlət qurumlarında hamısında şəxsiyyətə əsaslanan dövlət idarə etməsi görülür. Bu nə deməkdir? Yəni, şəxs çox nüfuzlu bir şəxsdir. Onun rəhbərliyi altında dövlət yaranır, möhkəmlənir. Həmin şəxs hakimiyyətdə gedən kimi onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlayır və dövlət tənəzzülü oluyur. Və təzən yeni bir şəxs hakimiyyətə gəlir. Bax, bu Türk dövlət qurumlarının ana bəlasıdır. İkinci bir bəlası da nədir? Başda duran fiqur gedəndən sonra artıq geridə qalan fiqur, övladları və iri feodalların mərkəzi hakimiyyətə tabi olmaması anlaşılır. Çünki qəbul eləmirlər artıq mərkəzin qərarını. Bunu bugünkü dövrümüzdə tətbiq eləsək, baxsıq bugünkü dövrümüzdə Azərbaycana, biz nəyə görürük? Yəni, başda prezidentdir, ölkədə isə deyək ki, nələr? Nazirlər. Nazirlər, Ziya Məmmədov kimi, Rövnəq Abdullayev kimi, yəni adını çəkə bilməyəcəyik, o qədər, belə deyək, haramzadələr var ki, dövlət malına göz tikənlər. Bütün onların, belə deyək, o qədər qüvvətlənirlər ki, artıq mərkəzi hakimiyyətin qəbul etdiyi qərarlar fil-fil olur. Ona görə zaman-zaman nəyi görürük Azərbaycanda? Nə it yiyəsini tanıyır, nə də yiyəsi iti tanıyır. Yəni, kim nə istəyir, onu eləyir də. Sanki elə bir hüquqsuzluq cəmiyyəti görürük. Arada birdən-birə Azərbaycanda bir xaos başlayır. Sonra bir anlıq elə bir nəzarət olunur ki, durun, yəni özünüzü ələ alın.
Elə ki, biraz nəzarət zəifləyən kimi yenə başlayır xaos başlamağa. Kim kimə gəldi meydan oxuyur. Bunun səbəbi nədir? Feodal qüvvələrin, yəni köhnə orta əsrlərdə feodal deyirik. Bugün isə vəzifəli məmurlar da həmin feodallar həddən çox qüvvətlənir və mərkəzi hakimiyyətin qəbul etdiyi qərarları qəbul edirlər. Bax, bu da dövlətin zəifləməsinə, daha sonra tənəzzülünə səbəb olur. Bəs bütün türk dövlətlərini başda saxlayan nədir? Həmin şəxsiyyət. Bax, bir gün gəlin Azərbaycana daxil olmaqla bir türk dövlət qurumlarına baxaq. Baxırıq, Türkiyədə Ərdoğan 20 neçə ildə hakimiyyətdədir, 23-24 ildir. Onun məhz fiquru üzərində qurulub müasir Türkiyə. Ərdoğan gedərsə Türkiyə nə olar? Zaten bəllidir. Görəcək nə olacaq vəziyyət. Azərbaycanda 23 illik İlham Əliyev hakimiyyəti və ondan öncə Ulu Öndərin hakimiyyəti. Yenə şəxsiyyətə əsaslanandır. Yəni bir şəxs nəzarətində saxlayır. İlham Əliyev hakimiyyəti Azərbaycandan geçsən nə olar? Əmin olun ki, xaos. Əmin olun ki, 100% əmin olun ki, ilk kimi yiyəcəklər bir-birlərini hakimiyyət uğrunda. Kim daha çox qəsb etdi? Zaten onsuz da prinsip qəsb etməkdə ayrı şey beyinlərinə gəlmir. Yəni, belə bir xəstə təfəkkür var ki, dövlətdən nə qapazladın gəlməkdir. Keçirik Özbəkistana baxırıq. Keçirik Qazaxstana baxırıq, orada Nazarbayevin 20 neçə illik hakimiyyəti, daha 30 illik hakimiyyəti və beləliklə elə Türk dövlət qurumundan öz sistemini götürmüş Rusiyaya baxın. Putinin hakimiyyəti. Ümumiyyətlə, riyadda saxlayır. Rusiyanın idarəçilik sistemi Rusiyaya məxsus deyil. Ruslar öz idarəçilik sistemini qədim Türk dövləti olan Qızıl Ordadan götürürlər. Türk idarə sistemidir Rusiyada. Və ona görə də o şəxsiyyətə əsaslanan bir 30 illik hakimiyyət orada fiqur kimi qalır. Çünki həmin başda olan fiqurların nüfuzu sayəsində dövlət addımlayır. Başda olan fiqurlar getsə avtomatik xaos həmin cəmiyyətləri bürüyəcəkdir. Təbii ki, o demək deyil, o cəmiyyət bir daha özünə gəlməyəcəkdir. Yox, gələcəkdir. Amma durulana qədər o cəmiyyət itirdiyini itirir. Bax, bütün tarixi dövlətlərimizin başına bu hallar gəlir. Gəlin başlayaq nədən? Azərbaycan tarixində ən qədim dövlət qurumları, dövlət demirəm, amma dövlət qurumu, Arakda, Lullubi və Kuti. Bax, hər üçü türk mənşəlidir. Hər üçü quldarlıq dövründə yaranır. Hər üçündə çoxallahlıq hökmü sürübdür. Çoxallahlıq. Və hər üçü döyüşkən ruhlu olur. Amma bunlardan bax, Lullubilər, tarixi mənbələrdə Lullu yad illi kimi xatırlanır. Lullubilərdə qadınlar kişilərlə bərabər döyüşdə olubdur. İstənilən bir döyüşdə, yəni 10 min, çoxluqda 10 min qadın at belində kişilərlə bərabər döyüşübdür. Bu da türk qadınlarının döyüşkənliyini göstərən faktorlardan biridir. Amma bunların içində sual düşsə ki, Mesopotamiya bölgəsini, yəni bugünkü İran, İraq, Fars körfəzi, Suriya torpaqları, Fələstin, bütün yaxın şərqi, düz Fars körfəzinə qədər 100 il boyunca idarə etmiş dövlət qurumu Kuti dövlətidir. Kuti 100 ilə yaxın həmin əraziləri idarə etmişdir. 4, 5, 6. Getdik. Sonraki dövlət qurumu. Manna. Hakimiyyəti, dövləti yaradıb İranzu deyilən şəxs. İranzu. Paytaxt olub İzirtu şəhəri. Onu sizə göndərəcəm konspekt şəklində şəkilini. Amma demək bozundur, İzirtu şəhəri. Amma tarixdə tam müstəqil Manna dövləti idarə edən müstəqil şəkildə yeganə Manna hökmdarı Ahşeridir. Heç kimə tabi olmadan dövləti idarə edib. Amma İranzu Asturiya hökmdarı Sargon'a tabi olan bir idarəçi olmuşdur. Dini vəziyyət çoxallaqlıq olmuşdur. Sonraki dövrdə təbii ki, Azərbaycan Midiyanın tərkibində olub. Sonra biz uzun müddət İran Əhəməni imperiyasının tərkibində olmuşuq. Bunun problemi yoxdur. Çünki Azərbaycan tarixi daim İranla bərabərdir. Biz istəsək də, istəməsək də İranla həmişə bir millət şəklində olmuşuq. Yoldaşlar, o tərəfi, Arazın o tayındakı millətin, Arazın bu tayındakı millətdən zərrə qədər fərqi yox. Bax, bunu bilin. Çünki tarix boyunca qaynayıb qarşı bu millət bir-birinə. İstər Əhəmənilər dövründə biz bunu görürük, istərsə Sasanilər dövründə görürük, daha sonra Səlcuq imperiyası dövründə də hamı Kampak yaşayıb və s. Bax, Albaniya və Atropatena.
Atropatena. Bax, bu iki dövləti Atena. Sual düşsə ki, Azərbaycan xalqının formalaşması başlamışdır. Eradan əvvəl 321-ci ildə Atropatena və Albaniya dövlətlərinin yaranması ilə. Bax, elə yazın. Eradan əvvəl 321. Əvvəla, sual düşsə ki, məsələn, ellim mədəniyyətinin təsirinə məruz qalan Azərbaycan dövlətləri, Albaniya və Atropatena. Ellim mədəniyyəti nədir? Makedoniyalı İskəndərin dövründə Yunan-Makedoniya mədəniyyəti olubdur. Ona deyirlər ellim mədəniyyəti. O təsirə məruz qalır Albaniya və Atropatena. Onun dağılmasından sonra, İskəndərdən sonra yaranır. Bu barədə zaten Nizami Gəncəvi özünün İskəndərnamə poemasında məlumat vermişdir. Dərdə hökmdarı Üşabəyə ismində timsalında. Bax, bu iki dövlətin yaranması ilə Azərbaycan xalqı formalaşmağa başlamışdır. Bəs nə zaman formalaşması başa çatmışdır desək, 11-ci əsrdə Səlcuq imperiyasının tərkibinə Azərbaycan daxil olduqdan sonra Azərbaycan xalqının formalaşması başa çatmışdır ki, sizin proqramın dünya görüşü hissəsində verilmişdir Azərbaycan xalqının formalaşması. Bax, sual düşsə ki, Azərbaycan tarixində mövcud olmuş ən uzun ömürlü dövlət Albaniya. Eradan əvvəl 321-ci ildən bizim eranın 705-ci ilinə qədər. İkisini toplasam tam, belə deyil, 1026 il, yəni bu eradan əvvəldir, bu bizim era. 1026 il mövcud olmuşdur. 11 əsr davam edən bir Azərbaycan dövlətidir Albaniya. 3 sülaləsi olur. Aranilər, Arşakilər və Mehranilər. Mehranilər də bilirsiniz də Cavanşirin soyudur. Türk soyu, Sabir Türkləri. Ən məşhur hökmdarları təbii ki, biz deyirik ki, Cavanşirdir, bizə çatan düzdür. Vaçaqan var, Vaçev var və s. Amma Cavanşirin adını çəkilir. Albaniya tarixində, baxın, 11 əsr mövcud olur. Çoxallaqlılıq olub. 1. Atəşpərəstlik, o da sitayiş eləyənlər, bizim Novruz bayramının atəşpərəstləri, yəni Zərdüştlü ilə bağlı. Atəşpərəstliyə sitayiş eləyir. Albanlar 313-cü ildən sonra xristiyanlığı qəbul edir. Albanlar həm də İslamı qəbul edir. Beləliklə, 4 dini formasiyanın hamısını görmüş dövlətdir Albaniya. Albaniya Azərbaycan tarixində yeganə dövlətdir ki, həm quldarlıq dövrünü görür, həm də feodalizmi yaşayır. Quldarlıq və feodalizmi görən yeganə dövlətimiz məhz Albaniya olur. Atropatena isə sırf Cənubi Azərbaycan torpaqlarını əhatə edən və Kazaka şəhəri adlanan bir paytaxta malik olmuşdur. Oda sitayiş eləyənlər deməkdir Atropatlar. Odun qoruyucuları, belə deyək. Bax, bunlardan görürük, yalnız Albaniya Şimali Azərbaycan torpaqlarını, indiki Azərbaycanı əhatə edir. Qalan bütün dövlətlərin hamısı Cənubi Azərbaycan torpaqlarındadır. Fikir verirsən, bax, mənim deməyə çatdırdığım odur ki, biz neynəsək də Cənubdan qaynaqlanan bir torpaq. Çünki kökümüz, təməlimiz oradadır. Ona görə ora bir bugün şeytan İsrail və ya Amerika bomba atırsa, elə bir bizim tarixi torpaqlarımızı burada arayırlar. Elə təsəvvür eləməlidir. Daha sonrasına gərək Azərbaycan tarixində biz görürük nə? 9-11-ci əsrlər. Bax, biz tariximizdə onu, mən də xronologiyasını burada verirəm. Azərbaycan tarixində feodal dağınıqlığı dövrü kimi sual düşsə yoldaşlar. Birinci, bu 9-11-ci əsrlərdir. Nəyə görə feodal dağınıqlığı deyirik? Çünki Ərəb xilafətinin dağılmasından sonra Azərbaycanda çoxlu dövlətlər yaranır. Bu dövlətlər feodal dağınıqlığı dövlətləri hesab olunur. Aha, xilafət demişkən nəyə nəzərdə tutaq? Təbii ki, xilafət deyərkən orada Xürrəmilər hərəkatını demək qeyri-mümkündür. Qısaca məlumat verin biləsiniz ki, Allah qəni-qəni rəhmət eləsin, Rasim Balayev də bu yaxında rəhmətə getdi. Xürrəmlər deyəndə o Babək obrazını elə canlandırıb, bizə elə sevdirdi ki, biz artıq xəyalımızda Babəki o simada təsvir edirik. Yəni, bizə min cür şəkil göstərsinlər ki, bu Babək Xürrəminin tarixdən qalmış şəklidir, biz onu elə qəbul eləməyəcəyik. Biz Rasim Balayevin simasında Babəyi görürük. Çünki o qürurlu Babək yalnız Rasim Balayevin simasındadır. Allah qəni-qəni rəhmət eləsin. Deməli nədir? Əvvəla bunu deyim sizə. Azərbaycan tarixində olan təlimlər. Bunlardan birincisi gedir. Eramın 242-70-ci illərinə əhatə edən mani təlimi. Mani təliminin mahiyyəti nədir? Elə belə deyirəm ki, biləsiniz. Sosial bərabərlik yolunda mübarizə aparan təlimə mani təlimi deyilir. Amma bu mübarizədə kəskin fəallığı
şeylədir, tərəfində deyil. 486-529-cu ildə bizim torpaqlarda yaranır məzdəkizm təlimi. Məzdəkizm təlimdə sosial bərabərliyi tərəfdarıdır. Xeyir və şər arasında mübarizə getdiyini deyir. Xeyrin şər üzərində mübarizə çalması üçün mübarizəni dəstəkləyir. Ona görə də məzdək təliminin tərəfdarları iri feodalların mülklərinə basqın edərək onları alıb kasıblara paylayır. Daha sonra isə təbii ki, Sasanilər Məzdəki öldürür oğlunla bərabər. Onun dul qalmış yoldaşı Xürrəm Həmədan şəhərinə köçür və öz ərinin sosial bərabərlik uğrunda ideyalarını yaymağa başlayır Həmədanda. Həmədanda bax, bu məclislərdə toplaşıb, bu prosesləri dinləyən insanlara deyirlər Xürrəmilər. Yəni, Xürrəmin davamçıları, sosial bərabərlik uğrunda mübarizə aparanlar. Bax, bizim tarixdəki Xürrəmilər hərəkatı kökü oradan gəlir, sosial bərabərlik uğrunda mübarizə aparanlar və xilafət kimi nəhəng imperiyanı sarsıdan və bu torpaqlarda 660 min ərəb əskərinin, belə deyək, məhv eləyən bir hərəkatdır, Xürrəmlər hərəkatı. Bəzən ona deyirlər, İslam dininə qarşı mübarizə aparan, yox. Milli azadlığı uğrunda, ya dilli düşmənə qarşı layiqincə mübarizə aparan bir hərəkat olmuşdur və Babək Xürrəmi də onun gözəl liderlərindən biri olmuşdur. Tarix bizə bunu deyir. Onu din adından pərdələməyə çalışanlar isə qələt edir. Çünki Xürrəmlər həmin dövrdə ərəb xilafəti elə bir azğın siyasət yeridir ki, hələ Xürrəmlər az eləyibdi onlara. Gəldik və bu prosesdə yarandı hansı dövlətlər? Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər. Bax, 4-5 dənə dövlət yaranır ərəb xilafətinin dağılması ilə. Amma ümumi götürükdə ərəb xilafətinin dağılması ilə xilafət ərazisində 18 dövlət yaranır ki, onun 5-i bizim ərazimizdir. Amma bunlara baxaq. Bunlardan Şirvanşah dövləti ərəb mənşəli, Rəvvadilər ərəb mənşəli, Sacilər və Salarilər türk mənşəli, Şəddadilər isə Kürd mənşəli. Azərbaycan tarixində yeganə Kürd mənşəli dövlət sualı düşsə yoldaşlar, yeganə Kürd mənşəli dövlət Şəddadilər dövlətidir. Mərkəzi Dəbil, daha sonra Gəncə olmuş bu dövlət sırf Kür çayı ilə Araz çayının arasındakı, yəni Sabirabaddan üzü qərbə doğru gedəndə Qarabağ, Gəncə, Qazax bütün o əraziləri əhatə etmişdir Şəddadilər dövləti. Və Şəddadilər dövləti ilə bağlı nə edir? Bax, tariximizdə 44 günlük vətən tarixində də böyük fəxrlə azad olunan və cənab prezidentin yanında durub bayraq qaldırdığı tarixi mədəni irsimizə hörmət edilən həmin o Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzil İbn Məhəmməd tərəfindən tikilmişdir. Bax, o Xudafərin körpüsünün yanındakı bayraq qaldırışı, o Xudafərinin azad olunması Azərbaycanın 1000 illik tarixinə bir hörmətin əlaməti idi. Yəni 1027-2020 təxminən 993 ildən sonra elə bir o torpağı, o abidəmizə yenidən sahib olmaqla tarixi irsimizə sahib çıxmış olduq. Şəddadilər dövründə daha bir mühüm hadisə var. Bu da İbrahim Osmanoğlu tərəfindən məşhur Gəncə qapıları düzəldilibdir. O Gəncə qapılarını da Gürcülər bizdən olub. Belə ki, 1190-cı ildə 1139-cu ildə Gəncədə böyük zəlzələ olur. Həmin zəlzələ zamanı Gəncə qalası dağılarkən onun qapısını qənimət kimi Gürcülər Azərbaycandan uğurlamışdır. Cənab Prezident İlham Əliyev demək Gürcüstana səfər eləyərkən Saakashvili dönəmində Gürcüstanda Tiflis muzeyində həmin o qapıları ziyarət elədi. O böyük tarixi isimizdir. Əgər onu Cənab Prezident Azərbaycana gətirdirə bilsə, çox böyük tarixi isimizə hörmət əlaməti olacaqdır. Dövlətlərdən dedik biri Şirvanşahlar. Şirvanşahlar dövləti ərəb mənşəlidir. Yezidilər sülaləsi, Məziyyədilər sülaləsi. Deməli, tariximizlə bağlı sual verir. Xilafətin özünlə bağlı sual düşə bilməz. Amma belə bir sual düşə bilər. Bax, ümumi belə sual düşə bilər. Sualına görə deyirəm. Məsələn, Azərbaycanın tarixi idarəsi dövrü var. Məsələn, Manna dövründə canişinlik sistemidir. Sasanilər dövründə satraplıqdır.
Ərəblər dövründə mərzbanlıq sistemidir. Əhəmənilər dövründə mərzbanlıq sistemidir. E, Bax, xilafətdə isə əmirlik sistemidir. Xilafətin əmirlik idarə etməsi. İdarə etməklə bağlı bir sual düşə bilər. Amma sırf ərəb dövləti ilə bağlı, xilafətlə bağlı sual olmaz. Olsa da Babək Xürrəmi ilə bağlı sual olacaq. Yəni, elə böyük bir dərin bir sual gözləmirəm orada. Amma dövlətlərlə bağlı xülasəni bilməlidir. Bax, Şirvanşahlar Azərbaycan tarixində ikinci ən uzun ömürlü dövlət. Baba 861-1538-ci il. Dövrə baxın. 538 buradan, 139 da buradan. Harca 600 belə deyək, 70 il mövcud olan ikinci ən uzun ömürlü dövlətimizdən söhbət gedir. Baş Şirvanşahları bilir. Orada da 3 sülalə hakimiyyətli olunmuşdur. Məzyədilər, Kəsranilər və Dərbəndlər sülaləsi. Təbii ki, ən məşhur hökmdarı deyəndə Şirvanşah İbrahim Dərbəndini deyil. Ərazisi yalnız Kür çayından şimaldakı Azərbaycan torpaqları. Siyasi mərkəz Şamaxı və Bakı şəhəri olmuşdur. 1192-ci ilə qədər Şamaxıdır. 1192-ci il Şamaxı zəlzələsindən sonra paytaxt Bakıya keçirilmişdir. Əsas işləri nə olubdur? Gürcülərlə qohumluq münasibəti. Əksər Şirvan hökmdarlarının həyat yoldaşı və anası Gürcü qızı olubdur. Bax, bunu da Sacilər türk mənşəlidir. Bax, belə deyil. Azərbaycan tarixində bütün tarixi Azərbaycan torpaqlarını, yəni Dərbənddən Fars körfəzinə qədər ilk dəfə Azərbaycan torpaqlarını vahid hakimiyyət altında birləşdirən ilk feodal dövlətimiz Sacilərdir. Bütün torpaqları birləşdirən. Paytaxtı isə öncə Marağa, sonra isə Ərdəbil olmuşdur. Bax, Sacilər dövləti. Bütün Azərbaycan torpaqlarını vahid hakimiyyətdə birləşdirən ilk feodal dövlət. Buradan keçdik. Dövlətin yaradıcısı isə Əbusat istibdadıdır. O Əbusat istibdad ki, Mərkəzi Asiya, Türkmənistanın Əşrusən vilayətindən olmuşdur və Babək Xürrəminin əsir alınmasında iştirak edən Əbusat istibdad olmuşdur. Səhil ibn Sumbatdan Babəyi alaraq gətirib xilafətə təhvil verən şəxsdir Əbusat istibdad və ona görə də Azərbaycan ona mülk olaraq verilmişdir. Əsas işləri Afşin titulu daşıyırdılar, Afşinlər. Sonra Salarilər dövləti isə Sacilərdən sonra Azərbaycan torpaqlarını vahid hakimiyyət altında birləşdirən ikinci feodal dövlət. Salarilər dövləti Azərbaycan tarixində ilk dəfə olaraq Xəzər dənizində gəmiçiliyə diqqət yetirən dövlət, ticarət gəmiçiliyi ilə məşğul olan ilk dövlətimiz Salarilər dövləti olmuş. Bax, bunu unutmayın. Salarilər. Slavyanlara qarşı, Rus Slavyanlarına qarşı ilk dəfə müqavimət göstərib döyüşənlər də Salarilər olmuşdur. Ümumiyyətlə, Azərbaycan tarixində 909-cu ildən başlayaraq Rusların Azərbaycana hücumu başlayır. 909-da, 914-də, 944-də, 987-də, 1032-ci ildə, 1034-cü ildə, 1175-ci ildə Rusların davamlı şimaldan hücumları başlayır. Artıq əyaq açırlar o vaxtdan başlayaraq. Sonra Rəvvadilər dövləti ərəb mənşəli dövlət olmuşdur. Bax, belə deyil. Paytaxtı ilk dəfə Təbriz olan Azərbaycan dövləti deyilsə, Rəvvadilər dövləti. İlk dəfə Təbrizi özünə paytaxt elan eləmiş qədim dövlət. Ərəb mənşəlidir, amma daha sonra bu türkləşdi. Niyə? Çünki 1028-ci ildə Mərkəzi Asiyada Mahmud Qəznəvinin Xorasan Oğuzlarına vurduğu ağır zərbədən sonra Oğuz türkləri artıq neynədir? Rəvvadilər arasında köç eləməyə başlandı ki, bu da Səlcuq dövlətinin yaranmasına səbəb oldu. Sonra ümumi buradan keçirik, gəlir Azərbaycan xalqının formalaşması. Təbii ki, söhbət nədən gedir? Səlcuqlar imperiyası. Səlcuq artıq dövlət deyil, Səlcuq imperiyasıdır. Bəli, böyük əzəmətli bir dövlət. 1038-ci ildə yaranıb 1156-cı ilə qədər davam edən böyük bir imperiyadan gedir. Nə xoş ki bizə, biz Səlcuq imperiyasının tərkibində formalaşmışıq. Baxaq, yoldaşlar, Səlcuqlar kimlərdir? Oğuzların iki qrupu var. Qayə türkləri
Bir də Səlcuq türkləri hələ, 10 dəqiqə var o bilər. Qayı türkləri bugünkü Osmanlı Türkiyəsində olan türk xalqıdır. Qınıq türkləri isə biz Azərbaycanlılar. Qayı boyu, qınıq boyu. Yadda saxlayın bunu. Məhz qınıq türkləri gedirik. Təbii ki, Qaraqoyunlar deyəndə Qaraqoyunlar Oğuzların baharlı boyudur. Ağqoyunlar deyəndə Oğuzların Bayandur eli, Dədə Qorqudun eli, Bayandurlar nəzərdə tutulur. Bəli, yəni bu torpaqları biz elə göydən birbaşa düşməmişik. Biz bu torpaqlarda min illərlə mövcud olmuşuq. Yoldaşlar, biz nələri görmüşük? Hulaki Monqolları gəlib bizi necə qırıb gedibdi? Biz xilafətin dövrünü gördük. Biz Sasani əsirliyi gördük. Biz Çar Rusiyasının 190 illik əsarətini gördük. Bizə tarı qadağan etdilər, sazı qadağan etdilər, Dədə Qorqudu qadağan etdilər, Novruzu qadağan etdilər. Bizi apardılar, qırdılar, çürüdülər, amma biz yenə də bu torpaqlarda, bax, həmin Azərbaycan torpaqlarında bu gün varıq. Amma necə? Başı dik varıq. Döyüşdük, qardaşlarımızı şəhid verdik, balalarımızı şəhid verdik, analarımız gözü yaşlı qaldı, balalarımız gözü yaşlı qaldı. Amma biz bu torpaqda var olmağı bacardıq. Nə qədər siyasət yürütdülər. ATƏT Minsk qrupunun həcmin əleyhinə Amerika, Fransa, Rusiya min cür oyundan çıxdı. Amma biz yenə də bu məsələdə qalib gəldik. Haqq mübarizəmizi qalib gəldik. Ana torpağımızı biz azad elədik. Və hər oturub duranda o torpağın altında yatan 3000 qardaşımıza 1000 dəfə təşəkkür eləməliyik. Təbii ki, 1-ci Qarabağ müharibəsində 20.000 şəhidimiz oldu, 100.000 əlilimiz oldu. 2-ci Qarabağ müharibəsində 3000 şəhidimiz və 13-14.000 qazimiz oldu. Və o qardaşların hər birinin əlindən öpürəm. Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı olsun. Və hər bir bu torpağın üstündə yaşayan Azərbaycanlı hər birimiz unutmamalıyıq ki, bugün bu torpağın üstündə yaşayırıqsa, bugün başımız dikdirsə, bugün balalarımızın içinə gedə biliriksə, hansısa millətin yanında qüruru dayana biliriksə, o torpağın altında yaşayan qardaşlarımızın hesabına. Ona görə onlar orada yatarkən torpağın üstündə bizim meymunluq eləməyə haqqımız yox. Bu sosial şəbəkələrdə, bu Bakı küçələrində, o Tarugovda zibil və həyat sürən, meymunluq eləyən toplumun buna haqqı yoxdur. Əgər biz bunlara, bu oğulların qanına, nətər deyəm, o şərəfli ömürlərinə layiq olmasaq, əmin olun ki, yoldaşlar, tarix bizi bağışlamayacaq. O tərs çilləni tarixdən yenə nə vaxtsa alacaq. Gərək torpağın üstündə olanlar həmişə nəyə görə olduqlarını bilsinlər. Allah cəmi ölənlərimizə rəhmət eləsin. Mənim 27 yaşında qardaşım rəhmət edib, rəhmətə gedibdir. Və mən həyatımda bir şeyi özümə önəmli bilmişəm. İstər məktəb direktoru olan vaxtı, istər digər fəaliyyətdə rəhbər, bu gün özündə də mən Bakıxanov filialında filial rəhbəriyəm. Buna baxmayaraq, mən həmişə elə bir həyat yaşamağa çalışmışam ki, kimsə birdən haqqına girərəm, 1 manat kimisə haqqına girərəm. Həmin şəxs qaydar ürəyindən keçirər, deyər ki, sənin ölənlərin belə-belə olsun. Məsələn. O zaman mənim bu dünyada yaşamağa haqqım yoxdur. Mən onu özümə heç vaxt bağışlamam. Yəni, bu dünyada olan, gərək o dünyada olanını da fikirləşməlidir. Elə həyat ancaq belə deyil. Ona görə də ləyaqətli şəkildə yaşamaq bizim boynumuzun borcudur. Biz, bizdən əvvəlki nəsillərin bizə əmanət qoyduğu mirasın davamçılarıyıq. Bunu layiqli şəkildə davam edib, bizdən sonraki nəsillərə ötürməliyik. Əgər bunu ötürə bildiksə, biz var olacağıq. Yox, ötürə bilməyib, sosial şəbəkələrdəki kimi ucuzlaşsaq, o zaman bizdən biz olmaz. Ona görə də ən azından sizi kimi ali təhsilli gənclərimiz, sizi kimi ali təhsilli insanlar bu vətənə layiq olmalıyıq. Özümüz özümüzə, tariximizə layiq olmalıyıq. Heç olmazsa bizlər düzgün istiqamətə getməliyik. O axına qoşulmamalıyıq. Ləyaqətli həyat tərzini özümüzə bir prinsip seçməliyik ki, biz ləyaqətli yaşamışıq, ləyaqətli də davam eləməliyik. Bu bizim alnımızın yazısı olmalıdır. O zaman artıq deyə bilərik ki, biz övladlarımıza, bizdən sonraki nəsillərə gözəl bir irs qoymuş olacağıq. Bunun da bir tərəfi, təbii ki, keçir elmdən, təhsildən.
onlar bizdən sonraki nəsillər bizdən nəyə götürəcəklər? O əmanəti necə götürüb? Eləcə də davam eləyəcəklər. Ona görə də yaşınızın çox, orta və ya aşağı olmasından asılı olmayaraq mütaliəni unutmayın. Mütaliə çox vacib şeydir. Mütaliə şəxsiyyətin inkişafı deməkdir. Mən sizlə bugün burada dərsi dayandırıram. Qaldıq son Səlcuq imperiyasında, Azərbaycan xalqının formalaşmasında. Gələn dərs buradan başlayaraq birbaşa Xalq Cümhuriyyətinə qədər gedəcək. Hətta Xalq Cümhuriyyətində keçib, yəqin ki, biz İkinci Dünya müharibəsinə qədər gediş eləyə biləcəyik. Sadəcə yüksəliş dərsi başlayır birazdan. Mən o dərsin yarım saat elə vaxtına girmişəm. İndi onların dərsinə qoşmalıyam. Mayın 3-ü onların imtahanı da istiyor. Onların dərsləri, imtahan gələn həftə sonuncu dərs həftəmdir. Onlar gedəndən sonra artıq rahatlıqla sizlə nəyə 2 saat, yarım 2 saat, 3 saat belə dərsi keçə biləcək. Bax, bu bizim tanışlıq dərsimizdir. Nə deyim mən sizə? Hər birinizdə uğurlar arzulayıram. Təbii ki, içinizdə qorxulan olsun, qorxulan olmasın. Necə qərar verməyinizdən asılı olmayaraq, mənim nömrəm telefonda, PDF-lərdə atacam, nömrəm oradadır. Sizə həyatda nə ilə bağlı, nə köməkli lazım olsa, bilin ki, bir böyük qardaşınız, bir müəlliminiz, bir yoldaşınız sizlə bərabər çiyin-çiyinədir. Yəni, nə əlimdən gələn köməklik varsa, heç vaxt heç nəyə əsirgəmərəm. Amma mənim sizə tövsiyəm odur ki, bir yola başlamışsınızsa, bir cığıra düşmüşsünüzsə, o cığırı axıra qədər gedin. Ləyaqətli şəkildə gedin və özünüz də şahidi olacaqsınız ki, əziyyət çəkəndə yaradan Allah sizdən tərəfi olacaq. Mən hər birinizə uğurlar arzulayıram. Sizə zəkanıza zərrə qədər şübhəm yoxdur. Allah zehin açıqlığı versin. Allah yolunuzu uğurlu eləsin. Atdığınız addımlar nə olur olsun, daim uğur olsun. Qərarlarınız həmişə sizi uğura doğru aparsın. Özünüzə yaxşı baxın. Allah amanında olun. Növbəti dərsdə görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın. Sağ olun. Sağ salam. Gecəniz xeyrə qalsın. Sağ olun.